Ümid edirəm ki, hər biriniz yaxşısınız. Bu günləri sizə növbəti efirdə qarşı-qarşıyayıq. Bizə buyurub bütün psixoloji suallarınızı verə bilərsiniz. Biz də sizin suallarınızı hər zamanki kimi cavablayaq. Bu günlər çox gözəl bir hava idi. O bəzi insanlarda olur, əsasən havaya aid günəş dalğalarda dopamin yüksəlir, serotonin yüksəlir. Onlar üçün ən gözəl bir möhtəşəm hava idi əslində. Neysə, başlayaq suallara. Deyir, məni incidən insanları bağışladım, amma deyir, özümü bağışlaya bilmirəm. Sizcə bu nəyinə əlaqəlidir? Səni incidən insanları bağışlamısansa, zaten bir yerdə sənin növbət dəfə incitmələrinə özün yol verirsən. Özünü bağışlaya bilmirsən, çünki mən niyə görə məni incidən insanı bağışlamışam deyir, yenə də özün özünü qınayırsan. Bu baxımdan da, yəni, vaxtda niyə görə sən incidən insanı bağışlayırsan ki? Salam qardaşım, Doluna yazıb, salam. Deyir, uğur qazandıqca içim boşalır. İstədiyimi deyir, əldə edib yenə də niyə rahatlanmıram? İstədiyimi əldə edib rahatlanmamağımın səbəbi əslində istəklərimin kökünə qayıdıb baxmalısın ki, əsl istədiyin o deyil. Ya da bir yerdə istəkləri əldə edəndən sonra ola bilər kimlərinsə təsdiqini axtarırsan deyəni, onu görmürsən, özünü sübut edə bilmirsən və bu da özünü sübut ehtiyacıdır. Sual verə bilərəm. Verə bilərsən. Deyir, məni başa düşmədiklərini hiss eləyəndə susuram. Kimsə məni başa düşəndə deyir, danışıram. Amma özümü tam başa düşmürəm. Bəs sualınız nədir? Mən pis düşüncələrdən azad ola bilmirəm. Çox gözəl şeylər var həyatımda, amma daima aklımdan pis şeylər. Pis düşüncələr nə kimi pis düşüncələrdir? Kimisi olur ki, bütün gün öləcək, ölümə aid şeylər fikirləşir. Kimisi olur, nə bilim, kiməsə zərər verirəm düşüncələr fikirləşir. Sizdəki pis fikirlər nə kimi fikirlərdir? Salam, yuxu üflücü psixologiya ilə bağlıdır. Bəli. Gənc vaxtı deyir, güclü idim. İndi sadəcə yorğunam. Yorğunluq bədəndən mi gəlir, ruhdan mı? Bax, belə bir şey deyəcəm sənə. Çox insanlar ona tamam başqa cür yazırlar. Deyirlər ki, sağlam bədəndə sağlam ruh olur. Amma o söz əslində tərsinədir. Sağlam ruhun sağlam bədəni olur. Və bir yerdə də sənin özünü normal görünməyə çalışmağının səbəbi, normal görünməkdən əlavə əsasən də gəncliyimdə güclü idim. Yəni özünü güclü göstərməyə çalışmağın bir yerdə əslində sənin zəif tərəfləri gizlətməklə irəli gəlir. Yəni sənin özünə əgər özünü olduğun kimi qəbul edərək özünü güclü hiss edəsəydin, yəni bir yerdən sonra yorulmazsın. Çünki sən əgər bir yerdə özündə olmayan bir şey canlandırırsansa, o səndə bir yerdən sonra başlayır şey eləməyə, tükənmişdə gedir aparıb çartmağa. Yox, bir xanımın gələcəyini, keçmişini falan düşünürəm, narahat oluram. Düşünməyin də ondan. Yəni, o xanıma niyə yazığınız gəlir ki? Günümdən ləzzət ala bilmirəm, hərəkətlərimə görə tək qalıram. Tək qalan anda da vəsvəsələr bezdirir. Duyğularınızdan qurtulun da, xanım ola yazıqlığınızdan sağolun. O duyğudan sağalsaz artıq təklikdə qalmağınız sizi narahat eləməyəcək. Çünki təklikdə qalmaq əslində insanın normalda bastırdığı duyğuların üzə çıxmağıdır. Ona görə bir çox insan öz təkliyində belə baş-başa qala bilmir və ətrafına lazımsız insanları başlayır yığmağa, nə baş qatmaqdan ötürü. O baxımdan da, yəni, əvvəl-axır insan özündən baş-başa qalandan sonra əsasən də gecələr başlayır nə duyğu səni yiyib bitirməyə. Deyir, daima iyrənc düşüncələr, bəlkə 5 aydan çoxdur gülə bilmirəm, ancaq qəm gedər. Başa düşdüm. Salam, bütün günə can sıxıntısına dəli olmaq qorxusu nədən olur? Dəli olmaq qorxusu, ağlımı itirərəm qorxusunun olmağının səbəbi ətrafında ola bilər ki, dəli bir insan görmürsən, ağlını itirmiş bir insan görmürsən və ona qarşı edilən rəftarların sənə edilməyindən qorxursan ola bilər. Çünki dəli olmaq, dəli insan sən nümunəsini harada görmürsən ki, ondan sən qorxursan, dəli olmaqdan qorxursan. Bir yerdən sonra dəli olmaq qorxusu keçirən insanlar əslində şey eləyirlər. Panik atak keçirənləri də olur, çox şiddətli onu keçirdəndə. Mən necə qurtulum qardaşım?
Terapiya ala bilərsiniz. İstənilən halda sizə görüş keçirə bilərik sizinlə. Probleminizi dərindən müşahidə edərək sizə yol göstərmək olar. Çünki yəni problemdən qaçdıqca, problemi elədikcə daha da dibə sürüklənəcəksən. Bu düzələndi. Bəli, düzələndi. Elina deyir, salam qohum. Salam Elina, sən hansı qohumumsan mənim? Deyir, artıq heç təəccübləndirmir. Həyata qarşı hisslərim deyir, sönməyi nə vaxt başlayır? Həyata qarşı hisslərin sönməyə vaxt başlayır ki, sən depressiya yaşayırsan. Yəni müəyyən bir hadisələrdən sonra sən əgər hansısa bir duyğunla baş-başa qalıb, yəni onu aradan qaldıra bilməmisənsə, duyğuda ruhsal olaraq ilişib qalmısansa, yəni əslində ruhun ilişib qaldığı duyğuya bədəni söndürməkdir. Yəni sən əvvəlki kimi motivasiya hiss edə bilmirsən özündə, əvvəlki kimi aktivitetləri yerinə yetirə bilmirsən. Bu baxımdan da başlayırsan narahatçılığın səni dibə sürükləməyə. Ona görə də sizi depressiyaya salan, sizi narahat edən duyğularınızı özünüzdə müşahidə edərək, baxın görün sizi depressiyaya salan səbəb nədir? Neçə yerdən gəldi girdiyim? Deyir, uşaqlıqda ağlamağıma icazə verilmədi. İndi ağlaya bilməməkdir, niyə insanı boğur? Ağlaya bilməmək insanı boğur çünki, belə deyək də, sən duyğu bastırırsan, axı duyğunu bastırmaq istənən halda, yəni bir yerdə çox, yəni faciəvi bir şeylə belə şiddətlənə bilər, yəni nəticələnə bilər daha doğrusu. Bu baxımdan da sən bastırdığın hər bir duyğunu damla-damla yığılır o deyir, bardağa daşıdan son damla olur və bir yerdə o partlayış sən keçirəndən sonra yəni lap dibə sürüklənə bilirsən. Bu baxımdan da sənin ağlamağını niyə sənə qadağa qoyublar və uşaqlığında sən niyə ağlayırdın? Səni kim ağladırdı ki? Çünki valideyn uşağını sakitləşdirə bilmir və uşağın niyə görə ağladığını anlamır və uşağın ağlamağını sakitləşdirmək yerinə susturur. Ona görə də bir yerdə bir çox insanların zaten duyğularını boğmaq kimi, duyğularını göstərmək kimi olan komplekslər oradan gəlir. İnsanları deyir, razı salmağa çalışıram. Özüm üçün deyir, heç eləmirəm, amma bilirəm düzgün etmirəm. Buna necə son vermək olar? İnsanları razı salmağa niyə çalışırsan? İnsanları narazı, səndən narazı qalsalar nə baş verəcək ki? Nədən qorxursan? Səni narahat edir. Bəs mən düzəlməyəcəm fikri niyə olur? Ümidsizlikdir, o divar tərəfdə oturmuşsa ona görə, yəni divar tərəf burada, yəni metafor olaraq səsləndirirəm ki, yəni istənilən halda biz olduğumuz mövqedə doğru yerə baxmırıqsa, yəni o işıqlı açıq qapını görmürsə, demək divar tərəfə baxırıq. Yəni sən ən azından başını çöndərib, yəni istiqamətini dəyişdirib o işıqlı qapını görməlisən. Çünki o qapı zaten orada həmişə açıq olur. Sadəcə olaraq bizi ümidsizləşdirirlər, bizim ümidimizi qırırlar. Bu baxımdan da bizə heç bir şeyin düzəlməyəcəyini bizi inandırırlar. Amma istənilən halda, yəni kainatda insanın, yəni en qədər şansı enerjisi var. Bu baxımdan da, yəni o şanslardan birini həyata keçirə bilərsiniz. Çünki bir yerdə də düzələ bilmirəm, yox, düzəlmək istəmirəm də olur bəzən. Bəzi insanlar, yəni çox gülməli də olsa, acınacaqlı da olsa, ağrımaqdan zövq alırlar, mənfəətləri olur. Çox sağ olun. Dəyməz. Deyir, məni tərk edənləri anlayıram, amma deyir, yenə də deyir, onlardan qorxuram. Anlamadım, başa düşmədim nə deyirsən. Məni tərk edənləri anlayırsan, bəs sual nədir? Konkret nə sual verəcəyiz, bilmirəm axı. Birisi mənə yaxşılıq edəndə, birisi tərəfindən sevildiyimi hiss edəndə elə bilirəm ki, ona borcluyam və onun üçün özümü narahat hiss edirəm. Öz dəyərsiz və sevgisiz böyüdüyünüzə görə, yəni özünüzü sevmədiyinizə görə, özünüzü həm də yaxşıya, dəyərə layiq görmürsünüz. Bu baxımdan da, yəni sənə kimsə onu eləyibsə, sən bunu mənə niyə eləmirsən, mən buna layiq deyiləm deyərək başlayırsan onun qarşılığını qaytarmağa. Amma ki, sən mənə sevirsənsə, sən mənə yaxşılıq edirsənsə, mən sənə özümü borclu hiss eləməli deyiləm.
Deyir artıq heç kim mənə heç nə gözləmir. Əsasən ailəmləndir aram yaxşı deyil. Və məni bəyənmirlər. Sizcə mən düz eləyirəm yoxsa yox? Ailənizlə nə vaxtdan aranız pis olub və ailənizlə aranızın pis olmağındakı səbəb nədir? Yəni istənilən halda o səbəbi tam dərindən müşahidə edəndən sonra tam dəqiq baxmaq olar ki, bir yerdə kim haqlıdır, kim haqsız. Amma istənilən halda valideynlər həmişə çox vaxt haqsız durumda olurlar. Yəni qarşıma çıxanlar elə olub. Deyir, məni sevən insanlar var, amma mən özümə yaxın buraxmıram onları. İnsanları özümdən uzaqlaşdırmağımın sizcə səbəbi nə ola bilər? Səni sevən insandan ya zərbə alacağını düşünürsən, güvənmirsən bir yerdə. O baxımdan da yəni yaxınlıq qorxusu da, yaxınlıqda əvvəl yaşadığın qorxunun, duyğunun təkrarlanmağından qorxursan. Çünki əsasən də belə bir şey var ki, tutaq ki, sənə uşaqlıqda valideynlərin tərəfindən kim olursa olsun, sevdiklərin insan tərəfindən səni vurduqları zərbəni sənə sevdikləri adı altında yükləyiblərsə, bir yerdə sən özün də sənə kimsə sevgi ilə yaxınlaşanda şübhə duyursan ki, ayda bəlkə mənə nəsə zərər verərlər birdən deyə başlayırsan şübhə narahat eləməyə. Ona görə də ki, yəni müşahidə eləyin özünüzdə. Deyir, heç kimə yük olmamaq üçün deyir, susmuşam əsasda ailəmə. Susmaq deyir, insanı niyə görə rahatlatmır? Susmaq rahatlatmır çünki sən danışmaq lazım olan yerdə susursan, doğru yerdə susmursan. Bu baxımdan da yəni sənin susmağın özü belə bəlkə qorxduğuna görə məcbur çarəsizcə susursan deyənə ona görə yəni ona görə də şey olur. Sizi daxildən dağıdır. Xoşbəxt görünməyi bacarıram. Məni görürlər ki, tam rahatam, amma ondan sonra deyir, axşam özümə baş-başa qalanda deyir, narahat oluram. Xoşbəxt görünməyə bacarırsan, anladım da, xoşbəxt görünərək ağrıvı niyə gizlətməyə ehtiyacı duyursan? Yəni hansı ağrıvı gizlətməyə ehtiyacı duyursan? Yəni söhbət ondan getmir. Bəziləri deyəcək ki, yəni gedib neynim onda hamının qabağında oturmalıyım. İndi bəziləri ona da başa düşəcək, ancaq ki, yəni nəyi gizlətməyə çalışırsan, nəyi gizlətməyə çalışırsan? Deyir, hamı gələcəyimdən danışır mənim yerimə, amma mən bugünü dərk edə bilmirəm. Mənim yerimə niyə görə insanlar qərar verir? Əsasən də qohumlarım. Sənin yerimə qohumlarımın qərar verməyinə niyə görə sən icazə verirsən, sualını bax, özünə ver və yəni bir yerdə o boşluğu sən niyə yaratmısan ki? Yəni sənin qohumun kim olur ki, sənin yerimə qərar verirsən, niyə görə ona icazə verirsən? Söhbət ondan gedir və bir yerdə sən hansı boşluğu yaratmısansa, qayıdıb o boşluğu yəni sərhəd çəkməyə bacarmalısan. Sən niyə görə öz həyatına doğru qərarını verə bilmirsən? Yəni istənilən halda buna da icazə verən sənsən, sənin incitmələrinə də icazə verən sən olursan, sənə zərər verməklər, nə bilim, istənilən halda icazəni özümüz veririk. Bax, gör, icazəni harada vermişsən? Özümü heç vaxt yetərli hiss etmirəm. Yetərsizlik hissi deyir, hansı travmadan qaynaqlana bilir? Yetərsizlik hissi çox travmadan qaynaqlana bilir, amma ki, istənilən halda yetərsizliyi ən çox şeydə olur. Məsəl üçün, valideynlər uşaqlarını müqayisə eləyərkən sizə yetərsizlik duyğusunu yükləmiş ola bilərlər. Məsəl üçün, sizi başqasına müqayisə ediblərsə, sizə dəyərsiz, yetərsiz hiss etdiriblərsə, sizdə də bir yerdə mükəmməl olmalıyam hissi başlayır formalaşmağa və bir yerdə bu mükəmməliyyətçilik, yəni özünü sübut etmə ehtiyacına çevrilir. Yəni onun da ən dibi var ki, həmin o mükəmməliyyətçilikdən gələn özünü sübut etmə ehtiyacı tükənmişliyə çevrilir. Çünki sən nə qədər özünü sübut eləməyə çalışsan belə, yəni səni qəbul eləməyən valideyn sən nə qədər uğurları görüb dəyərləndirə bilər və sən niyə görə özünü sübut eləməyə çalışırsan? Yəni adam bujitə taxırsa, ona qızılın dəyərli olduğunu niyə sübut eləmək istəyirsən ki? Adam prostoydu da.
Deyir, sizcə insanları niyə ilahiləşdiririk? İnsanları ilahiləşdirmək bir çox şeydən qaynaqlana bilər ki, baxır, sən niyə görə ilahiləşdirirsən? Bəlkə məsuliyyət götürməyi bacarmırsan deyənə bütün doğruların onun eləyəcəyini yəni vurğulamağa çalışaraq özünü ona inandırırsan. Bir digər tərəfdən də ki, insanları ilahiləşdirmək çox səbəbdən qaynaqlana bilər əslində. Yəni ya o insan özünü sizə tam doğru olaraq sırıyıb və siz özünüz çarəsizsiniz, özgüvənsizsiniz və ancaq çıxış yolunu onu görürsünüz, onun özünüzə asılı hiss edirsinizsə, yəni öz gözünüzdə o insanı ilahiləşdirmiş ola bilərsiniz. Mənfi tərəfi bu da, amma müsbət tərəfdən də ki, yəni müsbət tərəfi zaten bilirsiniz deyə düşünürəm. Deyir, heç kimdən kömək istəyə bilmirəm. İndi niyə tək qaldım deyə içimdən qəzəblənirəm. İnsanlardan kömək istəyə bilməmək, kömək istəməkdən çəkinmək əslində sən yardıma möhtac duyduğun anda sənin ağrından lağa qoymaqları, sənin ağrını elə salmaqlarıdır. Yəni bir yerdə sən ona görə də lağa qoyulmaq istəmirsən deyənə mən güclüyəm rolunu başlayırsan öz üstünə götürməyə və bir digər tərəfdən bu travma səndə olandan sonra sən neçə yaşına gəlirsənsə gəl, başlayacaqsan şey eləməyə. Yəni mən güclüyəm havasında, mənim heç kimə ehtiyacım yoxdur, o minnətli havada olacaqsan. Bu baxımdan da yəni zaten heç bir insan sığortalanmayıb ki, zəif günü, pis bir gün olmayacağından, ancaq ki, sənə orada lağa qoyan insanın sənə yüklədiyi nifrətdən, yazıqlıqdan, bir çox duyğudan sağalsan əgər kömək istəyə biləcəksən. Yəni doğru insandan kömək istəyəcəksən en azından. Məni anlayan biri olsun istəyirəm, amma deyir, danışanda sözlərim yarımçıq qalır, sanki fikrimi tam izah edə bilmirəm. Bəzən insan özünü niyə başa düşmür. Fikrin yarımçıq qalır, sözləri yarımçıq qalır hissi əslində bir yerdə öz fikrini toparlaya bilmirsən də ola bilər. Amma digər tərəfdən sən ola bilər səni heç kim başa düşmür deyənə, səni başa düşən insan görən kimi kör kimi tutduğu buraxmırsan. Yəni bəzi kobud səsləndiyinə görə üzr istəyirəm. Bu baxımdan da fikrimi tez çatdırmalıyam deyərək həyəcanlanırsınız. Ona görə də sözləriniz yarımçıq qalır hissi ondan da qaynaqlanmış ola bilər. Deyir, keçmişi bağladım, o dəftərlər bitdi. Amma bir qoxu, bir səs məni ora qaytarır. Əvvəl istifadə etdiyim bir ətir var idi. İndi deyir, onu istifadə etmirəm, amma başqa bir qız istifadə edirdi. Mənə keçmiş ağrımı xatırlatdı. Bax, əslində havanın temperaturu olsun, mahnılar olsun, nə bilim, səs olsun, qoxu olsun, gördüyümüz, hiss etdiyimiz şeylər olsun ki, onların yaddaşı var. Toxunduğumuz şeylərin belə yaddaşı var. Bu baxımdan da yəni sən məsəl üçün o qoxunu hiss etdiyin ərəfədə, o ətiri istifadə etdiyin ərəfələrdə hansı duyğunu keçirtmisənsə, yəni limbik beyninə, amigdala, hipokampusa onu elə qeyd etdiyiniz üçün bir yerdən sonra beyin onu görəndən sonra başlayır onu xatırlatmağa. O qədər insan var ki, deyir, axşamüstü deyir, mənə tanış qoxu kimi gəlir. Axşamüstü bayıra çıxanda havanın qoxusu ona tanış gəlir. Çünki bir yerdə xoşbəxt olduğu bir anda o qoxunu özünü möhürləyib. Bu baxımdan da yəni o mahnılarla, nə bilim, qoxularla, hər hansı bir belə deyim də hiss etdiyiniz şeylərlə bağlaşdırdığınız duyğudan siz əgər sağalsaz, artıq onlar sizdə heç bir əhəmiyyət kəsb eləməyəcək. Ətir sadəcə sənə ağrını xatırladır. Sevdiyim insanları deyir, yarı yolda qoymamaq üçün özümü yarı yolda qoyuram sanki. Bu seçim deyir, adətə niyə çevrilir? Sən sevdiklərinə görə özünü xərcləyirsənsə, sevdiklərinə niyə fədakarlıq eləyirsən, onlara ya yazığın gəlir də onların məsuliyyətini sən niyə görə boynuna götürürsən? O sualı özünə verməlisən. Yəni anlamalısan ki, sən dünyaya bir dəfə gəlirsənsə, ailəvin qulu qladiatoru olmamalısan. Bu baxımdan da yəni özünüz onu başa düşməlisiniz. Və o qul rejimindən çıxaraq, yəni sərhədləri çəksəz, yazıqlığı buraxsaz, hər kəs öz məsuliyyətini dərk edə bilər. Yəni bugünkü gündə sən valideynlərimin problemini görə bilirsənsə, onların problemini həll edə bilirsənsə, bunlar onu özləri də edə bilərdilər də. Salam Sunan bəy, beynimi necə formatlaya bilərəm? Beyni formatlamaq üçün baxır beynini nəyə silməyə çalışırsan, hansı duyğu səni ağrıdırsa. İstənilən halda mən seansları hipnoz vasitəsilə keçirirəm ki, hipnozda həmin o sənin duyğun sağalıb keçəndən sonra və yəni həmin o hadisəni xatırlamırsan, belə unutmaq istədiyin duyğunu xatırlamırsan belə. Yəni lap bir yerdən sonra xatırlasan belə heç bir duyğu keçirtmirsən, çünki sağalmış olursan. Yəni istənilən halda seanslarda beyni formatlamaq mümkündür. O reset atırsan gedir. Deyir, kim olduğumu soruşanda donub qalıram. İnsan özünü tanımadan necə böyüyür?
İnsan özünü tanımadan böyüməyinin səbəbi sənin özünü tanımağa icazə verməyiblər axı. Yəni bir çox insan özünü tanımağa ancaq yəni belə deyim də, aybaşı olanda, həddibuluq dövrünə çatanda başa düşürlər, amma özünü tanımaq o demək deyil. Yəni bir də özünü tanımaq öz istəklərini tanımaqdır, öz daxilini tanımaqdır. Öz daxili dünyasına belə dayanmağı bacarmaqdır ki, bir çox insanlar onu şey eləmirlər, anlamırlar və sənin özünü tanımağına mane olan şey əslində valideynlərinin də onu qısıtlaması ola bilər. Və yaxud da sənin özünün də valideynlərinin qısıtlamağı, sənin özünü tanımağına ona görə mane olur ki, sən onları normal görürsən, normal başa düşməyə çalışırsan çünki. Panik atakdan necə qurtulmaq olar və panik atak keçirəndə ürək gedir? Panik atakdan qurtulmaq üçün panik atakı sizdə yaradan duyğunu müşahidə edərək, o duyğudan sizi sağaltsaq, panik atak keçirtmək simptomunuz aradan qalxacaq və ürək keçmələrinizi keçib gedəcək. Yəni çünki panik atakı yaradan duyğu var ki, kimisində ölüm qorxusu, kimisində dəli olaram qorxusu, ən qədər qorxu saya bilərik ki, o şiddətlənəndə, intensiv keçiriləndə, yəni panik atak simptomları özünü göstərir. Yorulmuyorsunuz. Təşəkkür edirəm. Dincəlməyə icazə verəndə özümə günahkar hiss edirəm, yorğunluq deyir. Yorğun olanda deyir, sanki yaxşı oluram. Dincəlməkdə özünü günahkar hiss eləmək əslində bu da uşaqlıq travmasıdır. Bir yerdə sən özün üçün rahat istirahət elədiyin vaxtda nə tənbəl qızsan, nə tənbəl uşaqsan deyərək səni danlayıblar və sən ona görə özünə istirahət verməyi, relaks eləməyi bir cinayət məcəlləsi kimi günah görürsən. Bu baxımdan da yəni qayıdıb dincəlməyin heç bir günah olmadığını anlasan, ona sənə yükləyən günahkarlıqdan sağalsan, problemin də keçib gedəcək. Deyir, hər şeyi başa düşürəm, amma hiss etmirəm. Sanki duyğularım deyir donub. Bu duyğu donuqluğu deyir insana hansı hala sala bilər? Duyğu donuqluğu insana bir çox hala sala bilər ki, yəni duyğu hiss eləmirsən də, yəni ağrımalı olduğun vaxtda belə ağrımırsan. O deyir, insan deyir qorxusuz olsa deyir, suda batmaz, otda yanmaz bir hala gəlir. İstənilən halda sən bütün duyğuları sağaldanda onları minimuma indirirsən sadəcə. Yəni bir yerdə sən aldığın şiddətli duyğunu, keçirdiyin şiddətli qorxunu hiss eləməkdən beynin belə deyək də tormuz verir ki, yəni o deyir, evdə qazlar gedəndən sonra kombi başlayır təhlükəsizlik rejimində keçməyə, evə zərər verməsin, özünə zərər verməsin deyənə. Bu baxımdan da insan beyni də elədir. Bir yerdə öz keçirdiyi duyğusu ona zərər verməsin deyənə özünü təhlükəsizliyə salır. Və sizin özünüzdə də duyğularınızı dondurmaq, hansı hadisəni çox təkrarlı yaşamısınız və o duyğunu davamlı keçirtmisiniz ki, artıq o duyğuya bir yerdə belə deyim də, beyin artıq özünü sırtaldırır da demək olar. Bəs şuuraltını necə təmizləmək olar? Şuuraltını təmizləmək üçün şuuraltına keçid edən terapiya üsullarından istifadə etmək lazımdır ki, mən də şuuraltı təmizliyi üçün, terapiya üçün hipnozdan istifadə edirəm. Və hipnoz əslində üst şuur və alt şuur ayıran kritik faktor filtr təbəqəmiz var bizdə, şuur və şuuraltını ayıran. Onu ötüb keçərək şuur altındakı problemi həll edən terapiya üsuludur. Yəni tutaq ki, sən panik atak keçirdirsən bugün. Panik atakı yaratan duyğu məsəl üçün atıramda ölüm qorxusudursa, ölüm qorxusunu ilk dəfə hansı yaşda yaşamısansa, səni həmin yaşa aparıb qaytararaq həmin o qorxunu səndən təmizləyəndən sonra bugünkü günü problemini xilas eləmək olar. Keçmiş və indiki halım məni panik atak eləyib. Keçmişlə barışmamısınız da, çünki ona görə. Yəni keçmişi bugünkü günə qədər daşıyırsınız, ona görə. Amma nəzərə almalısınız ki, bizim heç bir bütün daxili orqanlarımız keçmişi yox, bugünə hesablanıb. Ona görə də yəni keçmişi anlayıb buraxmaq lazımdır. Məni sevirlər, amma görmürlər. Sevilmək, görmək eyni şey deyil. Sən doğrudan sevildiyini hiss eləsəydin, sənin heç görmürlər deyə bir problemin olmazdı. Yəni doğrudan sevildiyini hiss eləsəydin, səni görməmələri sənə problem olmazdı. Yəni bu baxımdan da yəni bir yerdə demək səni sevirəm deyiblər, amma səni görməzdən gələ bilər deyənə, sən uşaqlığında böyüdüyün ailədə görünməz uşaq rolunu oynamışsan və bir yerdə bəlkə də insanların diqqətinə çəkməyə çalışırsınız. Bu baxımdan da yəni sizə sevgi dilimini yanlış yüklədiklərinə görə sizə doğru sevgini izah eləmək lazım. İzah eləmək də deməyək də, zaten bütün insanlar dünyaya gələndə Allah tərəfindən onlara verilmiş doğum haqqı olan xoşbəxtçilik enerjisi olur. Və bir yerdə bizim bütün o travmalarımız bizim həmin enerjimizi bizə unutdurur. Sizin ona mane olan travmalarınız sağlanandan sonra uşağın həmin doğum haqqı olan xoşbəxtliyini ona qaytarıb yenidən xatırlatmaq olar. Canan bəy, getdiyimiz psixoloq o məni sağaldacaq düşüncəsi
niyə olur, nəticədə sağalmırıq. Belə deyim də, mən psixoloq deyiləm. Yəni mən hipnoterapevtəm, şuuraltı hipnoterapevtəm və psixoloqların sizi sağaltmamaqları normaldır. Çünki psixoloq insan şüuru ilə, məntiqi ilə işləyir və yəni mənə insanların məntiqi ilə işləmək maraqlı gəlmir. Sənin problemin budur, sənin problemin belə olur. Məsəl üçün panik atak hiss eləyəndə getib belə. Keçən səfər biri yazmışdı ki, panik atakı olan duaya qulaq asıram, panik atakım sakitləşir. Deyirəm, sən panik atakı və dua doğrudan xeyir etmiş olsaydı, sənin panik atakın sakitləşmə yox, problem aradan qalxardı. Yəni sən əslində dua ilə yox, əslində mahnıya da qulaq asın. Sən fikri yayındırdığına görə, sənin beynin fikri qarışdığına görə panik atak simptomu o anda yatışdırılmağa başlayır. Amma duyğun sağalmıraq, yenə də bir yerdən sonra pırtlayır, özünü göstərir. Bu baxımdan da yəni sağalmamağımızın səbəbi odur. Duyğunuzu sizə göstərirlər. Göstərirlər ki, üstünüzdə, yəni kürəyinizdə, əncənizdə xəncər yarası var. Amma xəncəri sağa sola çevirirlər, çıxartmırlar. Deyir, bəli. Və bəlkə də deyir, sizə ümidsiz olmuşam. Bəlkə də o getdiyiniz psixoloqlardan aldığınız mənfi nəticələr sizin ümidinizi bağlayıb. Yanıma bir xanım gəlmişdi. Harca bir 6-7 dənə psixoloqdan sonra gəlib yanıma. Bir çox terapiyalardan keçib ki, və heç birinə nəticə vermədiyini öz belə etiraf edib. Yəni tamamilə yanlış diaqnozlar, yanlış şeylər idi ki, xanımla harca bir neçə seans işlədik. Xanımın problemini demək olar ki, aradan qaldırmışıq. Çünki insanın duyğuları, mən həmişə deyirəm ki, həmişə onu səsləndirirəm ki, mənə bugünkü günün problemi maraqlı deyil. Bugünkü gündə panik atak keçirirsən, hə? Tutaq ki, sən panik atakı bugünkü günə keçirdən hansı duyğudan sonra keçirdirsən? Sən günün 24 saatı bir sutkanın panik atak ola bilməzsən. Müəyyən bir hadisə yaşayandan sonra olur o. Sadəcə hadisənin fərqinə varmaq lazımdır. Hadisədə aldığın duyğuya baxmalısan və o duyğunu bizim ilk dəfə yaşadığımız an var. Çünki yəni mən məsəl üçün gedib hər hansısa bir qatil bir insanı qucaqlayıb öpsəm, o mənə dönüb baxacaq, gitsən, sən nə edirsən? Amma halbuki onun özünü uşaqlıqda öpüb qucaqlamayıblar deyənə, o sevgi duyğusunu, şərtsiz sevgini anlaya bilmir. Amma yəni bir yerdə onun özü nifrətlə böyüdüyünə görə mən o nifrətlə reaksiya versəydim, o da mənə ona reaksiya cavab verərək qaytara biləcəkdim. Yəni söhbət ondan gedir ki, biz bilmədiyimiz duyğuya reaksiya verə bilmirik. O adam sevgi görmədiyinə görə onun nə reaksiya verəcəyini bilmir. Bu baxımdan sən bugünkü gündə hansısa keçirdiyin bir duyğun varsa, onun ilkin gəldiyi bir an da var. Və bizim duyğularımız elədir ki, yəni sənin mənfi duyğuların çoxsa, biz duyğularımızı instrument kimi istifadə edirik. Yəni ki, belə deyək də, yəni tutaq sənin günahkarlıq duyğun var, qorxu duyğun var. Bu duyğu səndə olduğuna görə qorxacağın hadisələr yaşamalısan. Ancaq özün də fərqində olmadan qorxacağın duyğuları çəkirsən üstünə. Mən də getdim şuuraltına, amma kömək eləmədi. Mən oraya gedib daha da pisləşdim. Şuuraltı deyirlər, amma şuuraltı eləmirlər axı. Məsələn, keçən səfər biri gəlib ki, bir qaqaş gəlmişdi, oğlan gəlmiş, deyir ki, mən deyir hipnoza getmişdim, hipnoterapiyaya getmişdim, xeyir olmadı. Deyirəm ki, hipnozun 140-dan çox növü var və sən getdiyin hipnoterapevtin özü, hipnokoçun özü hansı terapiya üsulundan istifadə edib və yaxud da nədən istifadə edib, mən bilmirəm axı. Yəni sən bərbərə gedib, bərbər sənə başı pis kimi qoyubsa, o demək deyil, yaxşı bərbər yoxdur. Sadəcə terapiya üsullarını doğru istifadə eləmirlər deyənəm. Yəni bir yerdə nəticə alınmır. Salam, çox düşünməyi dayandıra. Çox düşünməyə dayandırın da onu da. Çox düşünməyə dayandırmaq üçün səni düşündürən duyğuya baxmalısan, səni nə düşündürür? İnsanları anlayıram, amma özümə gələndə deyir, qarışıram. Sanki deyir, özümlə empati qurmaq daha çətin gəlir mənə. Özünlə empati qurmaq sənə çətin gəlir, yoxsa özüvə duyğuları etiraf eləməkdən qorxursan? Bəlkə də əslində başqalarını anlamağa çalışacaq, özünü problemi anlamağa çalışırsan ki, sən məni anlayaraq öz problemi anlaya bilməzsən. Çünki yəni sən məni anlayaraq sən öz halına sadəcə şükür edəcəksən. Deyəcəksən, nə yaxşı mən beləyəm. Adamlar var ki, bir-birlərinin dərdlərinə boşuna qulaq asmırlar. İstəyir padruq olsun, istəyir dost olsun. Yəni bir yerdə öz halına şükürləmək üçün edirlər onu. Yəni bir yerdə də ki, qayıdıb baxmalısan ki, yəni sənin problemi danışdığın adam sənin mütəxəssisin deyilsə, onu eləməyin heç düzgün deyil. Digər tərəfdən də ki, yəni baxın da siz nə ağrıdır, sizə narahat edir.
Arzuladığım həyatı deyir, yaşadığım həyat arasında deyir, çox fərqi var. Bu məsafə nə vaxt yaranır? Arzuladığın həyatla yaşadığın həyat arasında fərq zaten olmalıdır. Çünki sən bir yerdə həyatın normal olsaydı, başqa bir arzu, sağlam bir arzu arzulamazdın. Və sən yəni normal bir arzu reallaşmağını istəyirsənsə, onun reallaşmağına nə mane olursa, bir sərhədləri aşıb aradan qaldırmalısan. Ondan sonra yəni o məsafəni ötüb keçəndən sonra yəni problemin də keçib gedəcək. Deyir, mən sakitəm deyirəm, amma içimdə daim deyir, ağrı var, səs var. Beynimdə deyir, səslər susmur. Sakitəm deyirsən də, amma o beynində dolanan səslərdən ağrılara qarşı sakit dayanırsan. Ağrıları görə niyə susmağa çalışırsan ki? Çünki yəni beynində gedən səslər belə sən deyilsin. Hətta biz uşaqlıq travmalarımızdan sağalmamışıqsa, bizim 6-cı hissimiz deyə bir şey sadəcə belə deyim də dekretdə kimi sayılır. Yəni o burada da olmur deməkdir. Çünki söhbət ondan gedir ki, sənin 6-cı hissin səni aldatmamalıdır. 6-cı hissin sənə tam doğru, intuisiyan sənə tam doğru yolu göstərməlidir. Və sənin özün əgər məsəl üçün mən bacarmaram deyə bir düşüncələrin varsa, sən bacarmazsan, sən böyüyəndə səndən heç bir zibil olmayacaq deyiblərsə, bir yerdə əslində sənə bu duyğu yüklənir və sən özünə addım atmağa çalışanda başlayır sənin beynində o düşüncələri fırlanmağa ki, mən bacarmayacam, birdən alınmaz. Amma halbuki onu düşünən sən deyilsən. Yəni beynində fırlanan, yəni sənə onu deyən başdan xarab bir adamın səsidir ki, qayıdıb onu susturmalısan. Başdan xarab adam, yəni hər kim olursa olsun, onun sənə uşaqlıqda 7 yaşına qədər yüklədiyi duyğudur. Ona görə də yəni daxildəki səsləri sustura bilərsiniz. Çünki adamlar var ki, otururlar ki, filan kəs məsəl üçün deyir, beynində qururam. Sən beynində qurursansa, demək sənin bir də şübhə duyğuların var, hər hansı güvənsizliklərin var. Ona görə hiss etdiyin şeylər belə səni aldada bilir. Hissiyatını səni aldatmamağına görə ən azı şübhə duyğularından sağalmalısan. Yəni öz güvənsizlikdən sağalmalısan ki, intuisiyan səni aldatmasın. Çünki biz ağılla nə qədər düşünürüksə, ağıl bizi aldadır. Ağılla düşündüyün şeylər doğru çıxmır. Amma şüuraltı olaraq intuisiyanla hiss etdiyin, anladığın şeyləri sən özün doğru çıxarda bilirsən. Məsəl üçün, bir çox insanlar var ki, yəni qabaqcadan hər hansısa bir 6-cı hisslə təhlükəni hiss edirlər. Müəyyən vaxtdan sonra həmin o şeyi unudurlar və yuxularında başlayırlar həmin hadisəni görməyə. Sonra deyirlər ki, yuxularım için oldu. Əslində kəhanət yuxuları var, amma digər tərəfdən bu bir faktı qeyd edeyim ki, yəni bu tərəfdən bu şüuraltının öncədən hiss edib sonra unutması və sonradan onu yuxuya qoymaq rejimidir. Ona görə də yəni biz gördüyümüz şeyləri sonra realda yaşaya bilirik. Dəqiqə. Amildir. Salam edəsən. Yasemin nə yazıb? Mənə deyirsinizsə yaxşıyam, yaxşı olasam. Yasemin deyirsinizsə, yəni özünüz bilərsiniz. Dəqiqə. Deyir, məni ən çox incidən şey insanların yox, özümün özümə inanmamağımdır. Bu hiss deyir, insanda nə vaxta qədər qalır. Özünə inanmağı seçənə qədər. Sən özünə inanmağı seçməyənə qədər bir yerə qədər o hiss səndə qalacaq. Yəni insan möcüzə gözləyir, amma möcüzə deyə bir şey yoxdur. Yəni möcüzə nə ola bilər ki sənin həyatında? Yəni sən nə qədər oturub gözləyə bilərsən ki, evlənəndə keçəcək, nə bilim, zamanla keçəcək. Zamanla da şey olur, yəni dibə sürüklənirsən. Yəni nəyi gözləyirsən? Deyir, hər kəs məni güclü tanıyır. Güclü olmaq məcburiyyəti nə vaxtdan insanı məhv eləyir. Güclü olmaq məcburiyyəti səni nə vaxtdan məhv eləyir? Səni o vaxtdan məhv eləyir ki, sən güclü deyilsən, zəif tərəfi gizlədirsən və anidən zəif tərəfini ortaya çıxandan sonra özgüvənsizliyin də səni ortaya çıxır. Buna görə də yəni onu gizlətmək yerinə duyğularınızı qəbul edin və zəifliklərinizdən qurtulun. Normal insanın özünü xoşbəxt göstərmək kimi, güclü göstərmək kimi bir ehtiyacı olmamalıdır. Və bu baxımdan da sizdə bu ehtiyac niyə görə varsa, yəni qaydın baxın da özünüzə sual verin. Bu duyğu sizdə niyə görə varsa, bir mütəxəssis yardım olaraq sağalmalısınız. Yəni bu duyğu sizdən ondan sonra keçib gedəcək. Deyir, həyatın başqalarına ancaq sanki xidmət eləmək üçün deyir keçdi. Mən özüm üçün deyir heç bir şey eləyə bilmirəm. Aha.
Özünüz üçün nəsə eləmək üçün ən azından özünüzdən başlamalısınız. İnsanların başqalarına xidmət eləməyə ehtiyacı niyə var səndə? Başqalarına xidmət eləməsən sənə pis qız, pis oğlan deyəcəklər. Nədən qorxursan? Qoy desinlər də, yəni molla eşeğə nə cür minirsə minsin, insanları razı ola bilmir. Sən onları niyə razı salmağa çalışırsan ki? Yəni sən kimisə razı salsın, o birisi səndən narazı olacaq. Onu razı olsun, bu birisi səndən narazı olacaq. Hər kəsin dünyaya baxışı eyni deyil. Onu anlamalısan və vərdişi buraxmalısan. İnsanın həyatına eyni tip insanların girməsi. Və sualınız nədir? Deyir, bəzən keçmişdə verdiyim qərarlara baxıb utanıram. Utancaqlıq hissi deyir, məndə niyə hələ də var? Verdiyin qərarlara utanmağın əslində özünün ağılsız olduğu sənə inandırırlar ki, sən ağılsızsan, sən heç bilmirsən, səhv qərar verirsən tipi yanaşmalar bir yerdə sənin özünün hətta gülünc vəziyyətə qədər götürüb çıxarda bilərlər ki, bir yerdə ona görə özünüzdən utanırsınız. Amma yəni o keçmişdə verdiyin yanlış qərarlar, yanlış aldığı nəticələr sənin yəni belə deyək də, keçmişin yəni təcrübəsidir. Yəni mənfi də olsa təcrübə olduğunu qəbullanmalısan. Utancaqlıqdan sən tam sağalıb çıxandan sonra utancaqlıq hissi səndən tamamilə keçib gedəcək. Yəni özündən utanırsan bir yerdə, öz qərarları verəndə utanırsan, çünki özünü sağlam şəxsiyyət kimi görə bilmirsən. Nə ilə bağlıdır və yaşca kiçik olmaları? Həyatına eyni insanlar gəlirsə, eyni insanlardan yaşadığın eyni ağrı var. Və eyni ağrının səndə yaratdığı duyğuya baxmalısan ki, o duyğu sizdə hansı uşaqlıq travmasından qaynaqlanıbsa, həmin o uşaqlıqdakı ilkin yaşadığınız ana qaynaraq o duyğudan sağalmalısınız. Çünki yəni həyatı və eyni hadisəni, eyni duyğunu, eyni ağrını, eyni zərbəni sənə vuran insanlar boş-boşuna gəlmirlər. Bir yerdə yəni həyat zaten imtahandır və bir yerdə sənə şillə vuraraq səni ayıltmağa çalışır. Yəni sənə ayılırsansa, o duyğudan sağalaraq davam edirsən, artıq o döngünü qırandan sonra həyatı və eyni insanlar artıq sağlam şəkildə gələcəklər. Eyni gələcək, amma sağlam gələcək. Yəni eyni şəkildə mənfi gəlməyəcəklər. Keçən ilə baxanda deyir, ən çox deyir, nəyə etmədiyim üçün özümü qınayıram, bilmirəm, amma bu illəri özüm üçün içimdə daimi bir ümid var. Super. Təbrik edirəm, nə deyim? Aha. Deyir, məni incidən şeylərə artıq alışmışam, ağrını normallaşdırmışam. Sizcə bu sağalmaqdır. Sağalmaq olduğundan əmin olsaydın, sənə sualı verməzdim, bu bir. İkincisi, ağrıya qarşı duyarsız olmaq nə vaxtdan sağalmaq olub, bu da iki. Yəni, sən bir yerdə ağrıya qarşı uyuşmusan. Sadəcə o ağrının çox şiddətli hisslədiyinə görə bədən o ağrını keyitməyə seçib. Ona görə də o aldığın ağrı hansı duyğunun nəticəsidirsə, qayıdıb ona baxmalısan ki, yəni, belə deyək də, onu sağaldandan sonra keçib getsin. Salam, mən işim olmayanda istəyirəm, işim olsun, olanda da deyir, işləmək istəmirəm. Salam, xoş gəlmirsən. İşin olmayanda istəyirsən, işin olsun, olanda da işləmək istəmirsən. Bir yerdə əslində özünə tam nə istədiyi və anlamırsan. Əslində sənin problemin işinlə də bağlı deyil təkcə. Sən daxilində bir çatışmazlıq, natamamlığı var. Onu xarici dünyanın maddiyyatı ilə nəyləsə əlaqələndirirsən ki, bunu eləsəm mənim işim olmalıdır. Bunu belə eləməliyəm ki, işim olsun, belə eləməsəm işim olmayacaq, eləmək istəmirəm kimi motivasiya yazdığı. Bu baxımdan da qayıdıb baxmalısınız, sizin əslində natamam olduğunuz duyğu hansı duyğudursa, o duyğudan siz sağlandan sonra artıq o yəni işlə əlaqələndirmisiniz, assosiasiya eləmirsiniz ki, işlə əlaqəsi yoxdur. Ola da bilərsə, qayıdıb baxmaq lazımdır ki, işdə nədən narahat olursunuz? Bəlkə sənin işləmək üçün həvəsin gəlir, amma iş gələndən sonra işləmək istəməməyə səbəb bəlkə mükəmməliyyətçi olduğuna görə mükəmməl ola bilmərəm qorxusu, yaxşısını deyə bilmərəm qorxusu da motivasiyanı aşağı sala bilər. Salam, qadınların içki içməyə xəstəlikdir ya normal seçimdir? Salam. Qadınların içkinin cinsiyyəti yoxdur axı, yəni heç bir şeyin cinsiyyəti yoxdur axı. Yəni bir yerdə sən onu, qadın kişi onu eləyirsə, ruh ağrılarını sakitləşdirmək üçün eləyirlər. İçki içməyə çalışmaq, narko asılılıq hamısı ruh ağrılarını sakitləşdirməkdən ötürüdür ki, yəni normal bir insan içkini qoyduğun bir qırağa qayıdıb narkotik belə istifadə eləsə,
onun ruh ağrısı yoxdursa, narkotik ona belə deyim də keyf verməyəcək, yəni xoş hal verməyəcək. Çünki onun özü psixoloji olaraq daxilində harmoniya olduğuna görə ona ehtiyacı yoxdur. Və həmin o xanımın özü də ağrısını ilk dəfə içki ilə sakitləşdirdiyinə görə, yəni ruh ağrısıdır sadəcə, xəstəlik olaraq da damğalamaq doğru deyil axı. Mənim bu çatışmamazlığım bitmir də. Aha. Əslində biz sənin o çatışmazlıqları bitirəcəkdik. Amma çünki sən bir yerdə onu tam yarımçıq qoydun, dedim tam bitmədi o. Bəlkə də bir sənə tam onları bitirsəydik, bəlkə də problemin tam həll olunmuşdu. İndiyənə qədər bəlkə də sağlam yaşayırdın, bəlkə də. Çünki bu sən nədən gedir söhbət? Sən əgər fitness salonuna getmisənsə, arıqlamaq üçün məşq eləyirsənsə, bir ay məşqə gedib sonra 5 aydan sonra təzə məşqə başlamaq səni necə arıqlada bilər ki? Salam doktor. Salam Muxotan, xoş gəlmisiniz. Aha. Sevdiyim insanlara qarşı soyuğam, bu soyuqluqdur, qorunmaqdır, yoxsa itki? Qorunmaq da ola bilər, itki yox, itirməkdən qorxmaq da ola bilər. Adam var ki, sevdiyi insanı itirməkdən qorxduğuna görə sevdiyi insanların arasında məsafə qoyur ki, özünün sevgisinin zəhərli olduğunu inanır, amma ki, sevgi zəhərli deyil, sadəcə sənin özünü itirməyə qorxun var deyə meyil saldığın insanı itirməkdən qorxursan və itirirsən də, itirə-itirə də gedirsən. Qumar insanı niyə ölümə aparır? Çünki sağlam bir şey deyil ona görə. Və bir yerdə onun oyun şərtləri zaten vahiməli olduğuna görə ölümə aparmağın cavabı da artıq düşünürəm ki, açıqladım. Amma ki, digər tərəfdən qumar asıllısı olan insan nəyə görə qumardan asılıdırsa, niyə adrenalin yaşamaq istəyirsə, qayıdıb ona özünə sual verməlidir. Çünki qumar oynamaq əslində adrenalin yaşamaqdır. Adrenalin yaşamaq istəyir. Mən qərar verəndə də sizi işləyən günə düşmədi, işdə deyildiniz. Onda bazar günü idi, əslində ona görə iş rejimi deyildi. Bəs qərarından sən niyə döndün ki sonra? Gülşən Əlzadi deyir, salam. Salam. Müalicəsi var, doktor. Bəli, var. Yəni, qumarda yaşadığı duyğuya baxmaq lazımdır. Əsasən, qumarda 3 dənə duyğu olur. Qumarda zövq aldığı duyğulardan birisi, qumarda udacağını düşünərək ümidlənmək, qumarda uduzacağını düşündüyünə görə qayğılanmaq və qumarda uduzandan sonra keçirtdiyi qorxu. O qorxunu yaşamaq üçün, daha doğrusu var idi, 10 yaşında bir uşaq, 20 yaşındakı qızla cinsi əlaqədə olduğuna görə, uşağın özünün cinsi əlaqədən, cinsəllikdən tam anlayışı yox idi və ilkin olaraq ondan həm qorxmuşdu, həm bədənsel olaraq həm həzz almışdı, həm də kimsə onları görərdiyənə qorxurdu və bu üç duyğunu heç bir oğlanla, qızla, sevgili olmadan, nə münasibət yaşamadan onu yaşaya bilməmişdi. Yəni, o ağır duyğunu tuta bilməmişdi və bu baxımdan da hər şey yoxlanmışdı. Oğlanın özü hətta gedib marağa, səhv eləmirəmsə, oğlanla da münasibət yaşamağa çalışmışdı. Dedik, mən də deyirsən, deyir, tuta bilmirəm. Və qayıdıb onu qumarda baxmışdı ki, qumar oynayanda ancaq o eyni şeyi başlayır keçirtməyə. Ona görə də duyğusu onu tam keçib sağlandan sonra qumar asılılığı da aradan qalxacaq. Çünki adrenalin yaşamaq istəyir. Aha. Bir anlıq gəlmişdi məndə, elə bir qərar verirəm hər şey. Əslində bir anlıq gəlmiş dediyin şey əslində belə deyim də, eləmək istəyirsən, amma yenə orada da özünü aldadırsan, bir yerdə duyğunla üzləşməkdən qorxursan. Yəni qərar verirsən, bir tərəfdən nəsə, demək qərar verdiyin anda ağrımısan və düşünmüsən ki, qərar verim, başlayım. Amma bir yerdən sonra da ağrıdığına görə, ağrın keçəndən sonra duyğunla üzləşməkdən qorxduğuna görə qərarını dəyişdirmirsən, söhbət ondan gedir. Amma sən duyğundan qaçdıqca zaten indi olduğun vəziyyət səni də qovalayacaq. Keçən səfər bir qız danışır, problemini izah edirəm ona, deyir ki, yenə uşaqlı, seans eləmişdi o qızdan, ikinci seans eləmişdi, sonra qoşulmamışdı. Sonra məndən yazıb bir şey soruşurdu, deyirəm ki, izah edirəm, bunda belə olur, problem buradan qaynaqlanır, belə. Əşə deyir, yox, hansı deyir, təzə ilə uşaqlığa qayıdıb problemləri bir-bir həll edəcəyim, deyir, səbrim çatmır ona, deyirəm, onda gedəyim, ağrımadan, yəni belə deyim də, çox pis sazaq, mumlu otur, yəni söhbət ondan gedir. Daha da niyə danışırsan ki? Yəni, problemi həll eləmək istəmirsən, nə gözləyirsən bəs? Baxırsan ki, o qızın özü əslində məsuliyyət götürmək istəmirdi və desən keçən efirdə idi, yoxsa harada yazmışdı ki, şeydir, ailəm deyir, mən deyir, istəyirəm ki, ailəm sağalsın, məni boya başa çatdırıb yetişdirirsin. Bir anda gülməyim gəldi ki, 26 yaşım var sənə, ailəm bundan bir nə vaxt yetişdirəcək. Söhbət ondan gedir.
Siz psixoloji vəziyyətini yoxlayıb həmin adamı müalicə edirsiniz. Həmin adam əgər öz sağalmaq istəyirsə, qumar asılılısı olan insan çox adamlarda olmur sağalmaq istəyi. Sağalmaq istəyirsə, yəni problemini müşahidə edəndən sonra, konsultasiya keçirəndən sonra seansa razılıq edirsək, sağalmaq istəyirsə, necə sağaltmıram ki? Sağaldıram gedir. Amma o qədər olur ki, məcburi müraciət edirlər. Məsəl üçün kimisinin ya anası, ya atası, ya da nə bilim, kimisinin nə bilim əri üçün, oğlu üçün müraciət edəndə artıq onlara tam ciddi yanaşa bilmirəm. Çünki istənilən şeydə insanın sağalmaq şeyi özünün verəcəyi qərarı olmalıdır. Yəni kimsə sənin yerinə qərar verirsə sağalmağın üçün, artıq problemi sən görmürsənsə, alacağı nəticəni belə görə bilməyəcəksən. Yəni məsəl üçün mənə anası qızını yönləndirmişdi. Qızı ilə bir seans elədik. Qız da uşaq idi. Yəni hər halda istədi. Uşaq da nə kadar 17-18 yaş olardı. Desə 18 yaş vardı. Yəni bilmirəm işləyirdi, işləmirdi. Yəni axır ki qızın özü sağalmaq istəmirdi. Amma yəni ödənişi özü eləmədiyinə görə məsuliyyəti özündə hiss eləmirdi. Çünki bir insan əgər öz seansını, ödənişini özü eləyirsə, bir də məsuliyyətini də özündə hiss edir ki, mən bura məsəl üçün pul vermişəm, mən özüm üçün nəticə əldə eləməliyəm. Ona görə seansa çox laylaylom yanaşmır, ciddi yanaşır. Amma ki, digər tərəfdən o qədər olur ki, anaları, ataları yönləndirir. Ona görə mən elə adamlarla biraz çox işləməyim, yəni boyun qaçırdıram, sevmirəm. Əsasən uşaqlarla işləməyi ona görə sevmirəm ki, çünki valideynlər axmaqdırlar, çoxsu axmaqdır və uşaqlarının mənim onun qul yetişdirməyimi istəyirlər. Uşaqlarını məndən elə gözləyirlər ki, mən bunların uşaqlarını elə yönləndirməliyəm ki, uşaqların analarını, atalarını yaltaqlıq eləməlidir, öpüb başının üstünə qoymalıdırlar. Yəni niyə elə şey eləməliyəm ki? Baxırsan ki, uşağının sağalmağını yox, qul olmağını istəyir. Özünün uşağını yerdə bilmədiyi təlqini mən tərəfindən yeritməyimi istəyir. Baxıram ki, yəni normal deyil. Belə. Deyir, sağalmaq istəyir, deyir, iradəsizəm. Sağalmaq istəyir, deyirsə, yəni bir yerdə, nə bilim, ancaq özü istəməli, doğrudan istəməli, dildə istəyirəm, yox. Narsistlər deyir, salam. Salam. Deyir, sevəndə özümü itirirəm. Sanki deyir, qarşı tərəfə tam təslim oluram. Bu niyə belə olur? Sevəndə özünü itirməyin əslində özgüvənsizlikdir. Sən sevirsənsə, sevgidə yəni ağrımamalısın. O əgər sənə ağrıdırsa, qarşı tərəfə uyğunlaşırsansa, özgüvənsizliyin. Sən sevdiyin insana uyğunlaşmalı deyilsin axı. O da sənə uyğunlaşmalı deyil. Yəni səndən olduğu kimi qəbullanırsansa əgər. Özünü həmişə yazıqlı hala salmaq neylə bağlıdır? Amma elə biri deyil. İç üzünü bilirəm ki, elə deyil. Zəif adam da bir yerdə öz məqsədi var. Art niyyətləri olduğuna görə də özünü yazıq kimi göstərmiş ola bilər və ölkəmizdə zaten bir çox insan bu anormallıqdan əziyyət çəkir, amma fərqində deyil onun anormallıq olduğunu. Problemini danışır, probleminin fərqindədir ya. Deyir ki, uşaqlığımdan gələn problemli bu, amma deyir, sağalmaq istəmirəm. Deyirəm, niyə deyir, çünki diqqət çəkməyə xoşuna gəlir, özünü yazıq kimi göstərməyə xoşuna gəlir. O baxımdan da yəni bu bir çox insanların zehniyyətində hələ də var, anormal zəhərli toxumlar var. Sadəcə özünü yazıqlı kimi göstərir. O da onun seçdiyi yoldur da. O da seçimdir. Yalan danışmaq da seçimdir. Yalandan kimin sözünü gülmək də seçimdir. Yalanın özünü acındırmaq da seçimdir. O seçimi niyə görə eləyirsən? Başqa seçim niyə görmürsən? Artıq insanın kapasitesinin düşüyü və kriteriyasının aşağı olduğunu göstərir. Məni heç kim sevmir, Allah da məni sevmir. Fikrin niyə bizdə olur? Allah səni sevmir, fikri səndə ona görə var ki, etdiyin hər hansı bir əmələ görə uşaqlığında Allah səni cəzalandıracaq və səni inandırıblar və bu baxımdan da Allahın lənətlənmiş qulu kimi özünü hiss eləyirsən. Amma halbuki Allah mehriban Allahdır, hər kəsi bağışlayır, qəbul edir və bu baxımdan o insanlar sənə Allahı yanlış şəkildə yükləyiblərsə, əsasən valideynlər. Bu baxımdan da Allah da səni sevmir, fikir oradan ola bilər. Bəli, elə insandır. Daim deyir ki, mən yazığam, mən yazıqlıyam, məndən yazığı yoxdur. Travmasından fəxr edir, travmasından ləzzət alır, xoşu gəlir travmasından. Klastrofobiya necə qurtulmaq olar? Klastrofobiyadan qurtulmaq üçün mən sağalda bilirəm klastrofobyanı və klastrofobiyada aldığın duyğu boğulmaq qorxusudur.
boğulmağın da altında yatan ölüm qorxusudur ki, əsasən klaustrofobiyanın qaynaqlanmağının ilkin səbəbi ana bətnində, ananın doğuş sırasında su açılışından sonra uşağın quruya qalmağıdır. Ki, klaustrofobiyanı yaradan səbəbin ilkin səbəbi olur. Digər səbəblərdir ki, uşaqlıqda hansı dar yerlərdə sıxışıb qalmısınızsa, ondan qaynaqlanmış ola bilər. Ananın ataya xəyanəti uşağa nə edə bilər? Ananın ataya olan xəyanəti uşağa birbaşa olaraq gələcək taleyini formalaşdırır. Uşaq anaya haqq verirsə, anasının rolunu canlandırmağa başlayır. Atasına yazığı gəlirsə, atası kimi ona da anasının xəyanət elədiyi bir partneri həyatına dəvət edir. Yəni orada bir yerdə olur artıq. Ya narsistliyi seçir, ya da qurban proqramını. Amma əslində hiləgər tülküdür. Siz çox savadlı psixoloq, sağ olsun sizə. Təşəkkür edirəm, amma mən psixoloq deyiləm. Mən hipnokoçam. Yəni şüuraltı hipnoz mütəxəssisiyəm. Salam, nədə çox qorxuda takılıb qalmışam. Salam. Qorxuda taxılıb qalmısınızsa, taxılıb qaldığınız qorxu nə qorxusudur? Adam var ölümdən qorxur, adam var nə bilim insandan qorxur. Adam var nə bilim onu öldürərlər deyə qorxur. Sizdəki qorxu nədir? Onlayn konsultasiya neçədir? Efirdə mən qiymət səsləndirmirəm. Yəni doğrudan da maraqlıdırsa sizə şəxsi də yaza bilərsiniz. Cavablandırıq. Deyir salam. Hə, bunu cavabladım. Hipnozla hər şeyi unutturmaq olur. Olur. Hipnozla hər şeyi unutturmaq olur. Amma baxmalısan ki, unutmaq istədiyin duyğu hansı duyğudursa, ondan sağlanandan sonra heç unutmaq istədiyin şeyi xatırlamırsan belə. Psixoloqlara deyir, daş çıxarırsınız, nə olsun ki? Deyir, dava qorxusu. Dava qorxusu əslində uşaqlıqda qaynaqlanan şeydir ki, əsasən ana-atanın davasına şahid olaraq özünüzə əgər çarəsiz hiss eləmisinizsə və yaxud da ağlıma gələn ilkin versiya bu oldu. Davadan qorxmağınızın səbəbi özünüzlə davaya bulaşaraq zərbə alacağınızdan qorxursunuz yəqin ki. Ki, həmin o qorxunuzun səbəbi siz fiziki olaraq güclü idmançı belə olsaz, o qorxu duyğu olaraq uşaqlığınızdan gələn qorxudur. Keçən səfər çünki bir qaqaş deyir ki, mən özüm deyir idmanla məşğulam, amma niyə məndə qorxu var? Çünki travma olaraq var onda o qorxu. Duyğu. Doktor nömrənizi deyə bilərsiniz, yazım. Deyir, səhifədə nömrə var. Səhifədə də var nömrə, qoy istəyirsinizsə burada yazım. Dəqiqə. Deyir, sonradan öldüm davada, sonradan oldum, davada oldum, belə oldum. Əslində davada olandan sonra olmadı. Davada olmağı nəsə travma boyandırıb. Adamlar var ki, deyəcəm başa düşəcəksiniz də. Yəni bizim bədənimizdə bütün xəstəliklərin, yəni vərəm çöpü olsun, bir sürü xəstəliklərin, yəni özü var, özəyi var. Sadəcə sən özün onu tətikləyəcək, onu qaldıra biləcək duyğunu, ağır stresi keçirdəndən sonra həmin o xəstəliyi sən yaşaya bilərsən. Və sənin özün də bunu göstərir ki, sənin özündə o qorxu var idi. Amma davanın içərisində düşəndən sonra qorxun başlayıb bizə çıxaraq özünü göstərməyə. İndi yerindən duran psixoloqdan, amma ki, psixoloq çox azdır. Əslində psixoloq çox azdır. Təəssüf ki, elədir, yəni mən də baxıram bəzən ki, ölkə kimlərə əmanətdir. Deyir, əsl sevgi olan münasibətdə neçə dəfə şans olar. Əsl sevgi olan münasibətdə şans vermə ehtiyacı olmur heç. Qarşı tərəfin hər hansısa sənə olan davranışı belə sənə yəni zərər kimi, ağrı kimi gəlmir və sənə ağrıtmır. Heç ağrı da zərər verən davranış da eləmir. Yəni ona görə o əsl sevgi deyil, sadəcə bir yerdə özünüzü aldadırsınız. Hətta keçən səfər mənim oturub yadıma bir şey düşüb ki, uşaqlıqda sevdiyim bir qız var idi. Yəni düşünürdüm ki, o sağlam sevgiydi. Bir anda ağlıma gəlib ki, sevgi deyilmiş, o toksik aslı münasibət imiş. Deyir, ola bilər, düz. Ruhum nurla dolu deyir, salam. Salam. Xoş gəlmişsiniz. Nə maraqladığınız var? Aysun gülür. Elə keçən səfər düşüb yadıma deyir ki, o sevgi olmayıb. Niyə deməyimi istəyirsən ki, o sözü Aysun? Onu deyənə nə olur ki?
Səhifənizdə ata tərəfindən təcavüzə uğrayan videonu gördüm. İnanın ki, Sənan bəy, belə hallar çoxdur, gizlədirlər. Əlbəttə ki, gizlədirlər. Yəni mən özüm belə birincisi o xanımla seans keçirəndə mən də birinci təəccüblənmişdim. Yəni əslində mən o təcavüz travmam var deyirdi, ata tərəfindən olduğunu şey eləmirdi də. Qayıdıb baxdıq ki, xanım deyirdi ki, mən hər dəfə deyir yatanda deyir ayılırdım ki, şeydir. Yəni paltarlarım yoxdur əynimdə. Yəni, anam da mənə deyirdi ki, sən niyə paltarı soyunub gətirirsən? Qızın travması dərin idi və hətta deyirdi ki, bugünkü gündə belə hər hansı bir atana öz qızı ilə deyir, sağlam münasibət olduğunu görsəmdə içində bir şübhə yaranırdı ki, niyə görə o şey eləyir? Bəlkə də qızla nəsə eləyir deyə. Salam, panik atakdan tam qurtulmaq olar. Bəli, tam qurtulmaq olar. Tamla ya özdə. Yəqin ki, gerçək atası idi. Təəssüf ki, gerçək atası idi. Amma ki, yəni anormal idi də. Kənan Günənlərdə canlıda gəlib bu sözü yazır bura. Bilmirəm hansı qardaşımın oğludur bu mənim burada oturub. Mən niyə bunu bloka atmamışdım? Yəni ki, niyə də bunun yazısını görürəm. Özümə hərdən sual verirəm. Sonra deyirəm ki, heç neysə. Allah yaradıb. Aha. Deyir, mən səhifənizə keçid eləyə bilmədim. Buradan deyin yazımda doktor. 070 382 54 42 Doğma atadan bəli. Əsasən də içki içən atalarda bu hallar çox olur. İçkili deyil də atanın özü. Prosta ki, yəni olanda olur da. Yəni bu baxımdan da mən həmişə deyirəm ki, hansı bir ata, hansı ana övladının böyük vaxtında qarşı-qarşıya çılpaq bədənə gələ bilər? Heç biri. Yəni bir yerdə ensest münasibətləri olduqlarına görə ehtiraslarının oyanmaqlarından qorxurlar. O baxımdan yəni onlar heç biri bacarmaz. Yəni hünərləri çatmaz. Sağ olun, əlaqə saxlayacaq sizinlə əmin adam. Tamam. Aha. Deyir, məni sakit buraxanda narahat oluram. Xaos tanış gəlirsə sakitliyin qorxudur. Xaosun tanış gəlməyinin səbəbi əslində uşaqlıqda həmin o xaos yaşamağında, ağrını yaşamağında ki, ağrı sənə tanış gəlir. Yəni bir yerdə sən məni incitirsənsə, mən hələ sənin yanından durub getmirəmsə, demək mən öz komfortumdayam. Və mən öz komfortumdayam. Burada əslində uşaqlıqda məni sənin kimi incidən bir insanın duyğusunu sənin mənə xatırlatmağın mənə öz uşaqlığımdakı komfortumu xatırladır və ona görə mən səndən aldığım ağrını doğma sayıram, doğmalaşdırıram. Bu baxımdan da qurtula bilməməyimin səbəbi olur. Amma ta ki bir yerdə fərqinə varıb, onu özümdən dəyişdirənə qədər. Aha. Dedim, indi dedim ki, kim qarşı-qarşıya çılpaq gələ bilər. Efirdə nə qədər adam vardı, çoxsa çıxdı. Deyir, mən də elə ailələri çox tanıyıram. Nəinki qız uşaqlarını, hətta ata oğlan uşaqlarını da təcavüz edir. Tanıyıram bellərini. Ata öz oğluna təcavüz eləməyə bir yana, öz dostu ilə bir də təcavüz edən də var. Son videomu bəyənək, çox xahiş edirəm. Niyə özü insanların bəyənisindən aslı hala salırsan ki? Aha. Uşaq vaxtı böyüyəndə deyir, keçər dediklərim indi deyir, tam keçməyib. Bəzi ağrılar deyir, niyə yaşa baxmır? Ağrı yaşa baxmır nə deməkdir? Ağrının da mənim yaşı var. O yaşı sizə kim təyin edib? Bu baxımdan da yəni sizi aldadıblar sadəcə ki, zamanla keçəcək, evlənsən düzələcək, heç nə də düzəlmir. Əksinə evlənəndə cəmaatı bədbəxt eləyirsən, zəhərli bir tərbiyə ilə, duyğu ilə uşaqlar dünyaya gətirir, cəmiyyəti zəhərləyirsən. Deyir, atam kimi olmamaq üçün yaşadım, amma deyir, indi özüm onun kimiyəmi bilmirəm. İnsan özünü yalnız qarşı duraraq normal həyat qura bilər. Atan kimi olmaqdan qorxursansa, atavı qəbullanmalısın. Atavı anormal görürsənsə, atavı anormal olduğunu qəbullanmalısın. Atavı sevməyə məcbur deyilsin. Deyir, həmişə deyir, güclü görünmüşəm, ona görə heç kimi halımı soruşmuyub. Güclü olmaq deyir, bir tərəfdən avantajı budur ki, insanlar məni güclü görür, amma bir tərəfdən dezavantajı odur ki, insanlar məni maraqlanmır. Sualınız nədir bəs? Sual verməmisiniz, yəni ən qədər misal çəkə bilərəm, burada prosta ki, yersiz olacaq. Elə təcavüz olunan oğullar gələcəkdə homoseksuallığa meyilli olur, hə? Olanları da olur, eləsi olur ki, olur. Məsəl üçün, bax,
bir uşaq var idi ki, özü gey idi, düzü mənim seansım deyildi o. Uşaqlığında sən demə nənəsi o qəbz problemi olanda spiçka çöpü salıb onun anal dəliyinə və onun bağırsaqlarını yumşaltmaq üçün o kərə yağına çəkilmiş şey salmışdı onun anal dəliyinə və bir yerdən sonra uşaqda o problem ona görə yaranmışdı. Amma həmin indi bir fakt da qeyd edəcəyim ki, təkcə o şeydən qaynaqlanmamışdı uşağın gey olmağının səbəbi. Sən demə ananın özü oğluna hamilə olanda ananı zorlayıblar, ana təcavüzə məruz qalıb və eyni duyğu da bir yerdən sonra nənə uşağın özünə o şey eləyəndən sonra qaynaqlanmışdı ki, halqa tamamlanıb sanki və halqa olaraq travmalar və halqa tamamlanandan sonra artıq bir yerdən nəticə vermiş ola bilər. Amma adam da var ki, 3 yaşında sən demə onu zorlayıblar, oğlan uşağıdır, amma ki oğlanın özünün tamamilə yadından çıxıb o şey. Amma özü də evlidir, uşaqları da var, amma normal həyat yaşayır. Prosta seansda onu görmüşdü və bir yerdə onun travmasının halqası tamamlanmadığına görə onda o şey baş verməmişdi. Yəni bir yerdə əgər həmin o uşağın özünə sən nə bilim qız kimisən, sən belə geysən, belə eləsən desəydilər, bəlkə hə ola bilərdi. Amma ki normal həyat yaşayırdı. Məsəl üçün mən bir dəfə bir video paylaşmışdım ki, səhifədə ən çox aşağıda qalan bir videodur. Yəni arxada qalıb mən sahibimdən qabaq. Demək, altında nələr yazdılar. Halbuki orada homoseksuallığın travmalardan qaynaqlandığını orada vurğulamışdım. Biri nələr yazmışdır. Əksinə baxıram ki də, düzü söyənlərin çoxsu həm normal kimi görünən əsl gizli homoseksuallar idi. Çoxsu da homoseksualların özləri idi. Amma digər tərəfdən problem odur ki, homoseksualları qəbul eləmirlər, travmalı olduqlarını qəbul eləmirlər. Amma Allahın yaratdığını deyib də onlara hörmət də eləmirlər. Söhbət ondan gedir. Deyəcəklər indi bəziləri ki, neyi təbliğ edirsiniz, nə edirsiniz, amma ki, insan hüququnda istənilən halda insandır da. Deyir, unudubsa bəs necə bilib 3 yaşına travma olunanı. Bilməyi o seansda görmüşdüm. O mənim seansım deyildi. Normal seansda başqa bir valideyn travmasını işləyəndə ortaya çıxmışdı ki, 3 yaşına zorlanıb. Əsasən bir də homoseksuallığın səbəbi bir də bilirsiniz nə də ola bilir? Əsasən insanların biraz düşük kimi bir elədiyi bir hərəkət var ki, oğlan uşağının erogen zonasına oynamaqları. Və bir yerdə əsasən qadınların onu uşağı da eləməyə lap pis bir travma ola bilir ki, bir yerdə yəni bir ensest münasibət yaranmamağına görə öz cinsindən, qarşı cinsindən imtina edir. Məsəl üçün, tutaq ki, uşağın nə bilim ya xalası, ya nə bilim nənəsi, anası, hər hansı bir tanıdığı bir qadın, ailə içərisində olan bir qadın əgər uşağın erogen zonasına toxunubsa, bir yerdə ona şüuraltı olaraq həzzi yaşadıbsa və uşağın özü həmin o şeyə ensest münasibət yaranmasın deyə qarşı cinsdən imtina edir. Elə bilir ki, münasibət ilk dəfə elə olur. Balaca vaxtda zorlanan uşaqları siz baxanda bilirsiniz. Baxanda bilmək biraz fala baxmaq kimi çıxacaq. Baxanda yox, sadəcə danışdıranda bilmək olur. Məsəl üçün, bir xanım var idi ki, ailəsində heç kim hicablı deyildi, dindar da deyildi. Xanım özü də dindar deyildi. Bu xanım hicab taxmışdı, anası ilə gəlmişdi bizə seansa, daha doğrusu konsultasiyaya. Qıza verdiyim ilkin birinci sualı oldu ki, uşaqlığında sənə təcavüz eləyiblər. Dedi ki, təcavüz olmayıb, amma ki, çox yaxınçılıq bir münasibət yaşamışam. Mən nə bilim toxunmağa çalışıblar və ona görə deyir, mənə qəribə gəlir. Yəni, qız əslində başını örtüsünün dinə olduğunu özünü aldatırdı, inandırmağa çalışırdı. Qıza da heç demədim, yəni özü bilər. Öz şəxsi işdir, yəni baş örtüsünə dedim ki, sənin baş örtüsünə mənim bir işim yoxsa, travmamın səbəbini soruşuram. Və əslində bir yerdə onun səbəbi odur ki, uşaqlığında təcavüzə uğrayan qız uşaqlarının özləri bir yerdə hicabla öz qadınlıqlarını gizlətməyə çalışırlar. Çünki özlərindən iyrənirlər, özlərini günahkar hiss edirlər və özlərini müqəddəs göstərməyə çalışırlar. Yəni, mən əl çatmazam, mən heç kim toxuna bilməz. Bu psixologiyada olurlar. Deyir, hə, sorğu suala demək istədim, yəni. Sorğu sualda zaten baxır da, yəni hansı sualdasa özünü bildirənlər də olur, özləri etiraf edənlər də olur. Məsəl üçün, ilk vaxtlarda bir xanımla seans eləmişdik ki, xanımın da zorlanma faktı var idi uşaqlığında. 5-ci sinifdən 7-ci sinifə qədər, 5 yaşından 7-ci sinifə qədər, 12-13 yaşına qədər. Xanımın travmasını biz işlədiyi aradan qaldırdı. Xanımda məndən təəccübləndirən seanslardan biri o idi ki, xanımda sənimə nəfəs problemi veribmiş onun özünə. Yəni, burnunda nəfəs çətinliyi var idi ki, o
zorlanma anında nəfəs-nəfəsə qaldığı duyğu idi ki, həkimlərə gəlirdi. Həkimlər dedi, sənin burnunda heç bir şey yoxdur, heç bir problemin yoxdur. Və ona görə də o duyğusundan əlaqəli idi. O duyğunu işləyəndən sonra oradan qalxdı, getdi. Niyə keçmişimlə barışmış kimi görünürəm? Amma bunu mən oxuduq, ən deyəsən. Belə. Hər şey yolunda da deyirəm, çünki tam dərindən izah eləməyə halım yoxdur. İnsan deyir, susmağı nə vaxt yorğunluğun əlamətlərinə çevirə bilər. Susmaq yorğunluğun əlamətinə çevrilmək əslində sən susmağın deyil, o bir yerdə yazıqlıqdır o. Məni heç kim başa düşmür, məni heç kim anlamırın yazıqlığıdır ki, şey deyirsiniz sizdə. Ona görə hər şey yolunda da deyir, özünü sakitləşdirir, özünə təsəlli verirsin, amma ki yolunda deyil axı. Salam, necəsiz? Salam, Nərmin, yaxşıyam. Sağ olun, necəsiz? Narsistlər deyir, bağlanan qızlar təcavüz olunma ehtimalı çoxdur, yəni. Hamısını deməzdim, amma ki olanlar var. Yəni tam stereotip yanaşma olmaz ki, hamısı elədi. Yox, hamısı elə deyil. Amma ki bir çoxları elədi. Əksəriyyəti elədi. Çünki mənə kim təcavüzlə müraciət edən qadın olubsa, başı bağlı olubsa, heç bir namaz qılmadığını deyib və dinlə qətiyyən əlaqəsi olmadığını vurğulayıb. Ona görə də mən o öz şəxsi təcrübəmdən rahatlıqla özümü güvənərək onu səsləndirə bilərəm ki, bu belədir. Amma hamısı elə deyil, hamısını şamil eləmək olmaz. Çünki o qadınların misaliyəsində qadınlığından iyrənmək olur. Və qadınlıqdan iyrənməyin səbəbi də qadınlıqdan iyrəndiyinə görə qadınlığını gizlətməyə ehtiyac da duyur. Yəni qadınlıqdan iyrənmək, qadınlığına görə özünü günahkar hiss eləmək və hətta öz qadınlığından təcavüz olunmaq qorxusu olduğuna görə özünü oğlan kimi aparan qızlar var. Təcavüz olunmaqdan qorxduğuna görə onu edir və boş geyimlər giyinir ki, bədənində dar geyimlər giyinərək öz qadınlığını göstərməsin qarşı tərəfə deyənə. Və bu baxımdan da yəni travmasının dərinliyidir və öz qadınlığı ilə barışıq olmayan insanların zaten bir yerdə qadınlıq problemləri olur. Ya cinsəllikdə ya da nə bilim aybaşı ağrılarının özü belə bir yerdə qadınlıq dəyərsizliyidir. Bir şey ki, aybaşlı qadın rahatlıqla mən aybaşlıyam deyə bilmir. Və xəstələnib deyirlər, xəstəlik deyirlər. Yəni onu şey eləyirlər, acizləşdirirlər. Mən bir oğlanla münasibətliyəm, amma yaxınçılıq 18+ etdiyini hiss edirəm. Bu da məni narahat edir, amma güvənirəm ona hədsiz. Əvvəllə dost olmuşduq, heç vaxt elə yanaşmayıb. Onun fikri nədir sizcə? Onun fikri, valla oğlanı tanımamış mən tam dəqiq deyə bilmərəm, ancaq 18+ yanaşırsa ancaq sən seksual davranışlar təbliğ edirsə sənə, səni narahat edirsə, demək ancaq onun məqsədi odur. Çünki sən əslində oğlana bağlı olduğun tərəfin duyğusal boşluğundur. Çünki oğlanla qızın dostluğu olur. Amma oğlanla qızın dostluğunu sevgiliyə daha ötəyə daşımaq doğru deyil axı. Çünki bir yerdə həmin o oğlanın da özünün psixoloji boşluqları var, duyğusal boşluğu var, qızın özünün də duyğusal boşluğu var. Və bir-birlərinin duyğusal boşluğunu qarşılaya bildiklərinin fərqinə varanda deyirlər, biz bir-birimizi sevirik. Sevmirsə, sadəcə duyğusal boşluğunuzu doldurursunuz. Bu baxımdan da sənin oğlana asılı olduğunda, oğlana bağlandığın duyğu hansı duyğudursa, sənin o duyğu gözünü kör eləyib. Ona görə bir yerdə sənə 18+ davranışlar eləsə belə tam tozla qondura bilmirsən oğlana. Yəni onun fikri pis də ola bilər, yaxşı da ola bilər, bilmirəm. Özünü oğlan kimi aparan qızların psixologiyası haqqında deyərdinizdə. Özünü oğlan kimi aparan qızların psixologiyası öz qadınlığından elə barışa bilməməyidir, öz qadınlıq qız uşağı olaraq dəyər görməməyidir. Məsəl üçün keçən səfər deyirəm, ancaq ki 2 ay bundan qabaq idi. Harasa bir yayda idi. Xanım konsultasiyaya qoşulmuşdu. Xanım deyirdi ki, mən özümü dişli enerjimi hiss eləmirəm. Və dişli enerjisini hiss eləməməyinin səbəbi atası ilə bağlı münasibətini danışdı ki, atam deyir heç vaxt qadınları sevməyib. Anlama belə çox kobud rəftar eləyir deyir və deyir mən də deyir həmişə deyir bir qəribə baxırdı. Və bir digər tərəfdən səbəb oydu ki, bəlkə də həmin o atasının özünün 100% ki, ana travması olduğuna görə qadınlara nifrət edib, hə? Və bu qız özü də atası tərəfindən sevilməyinə görə, sevgi görsün deyə öz qadınlığından imtina edib. Bu baxımdan da yəni qadınlığından imtina etməyinin səbəbi də onu oğlan kimi aparmağına, dişli enerjiyə qədər gətirib çıxarmağına və hətta gənc yaşda aybaşdan kəsilməyə probleminə qədər gətirib çıxartmışdı. Nərmin deyir, çox sağ olun. Dəyməz, mən təşəkkür edirəm sizə.
Bu baxımdan da yəni o incə məqamlarda, ona görə də həmin o məqamlara qayıdıb baxmaq lazımdır. Məsəl üçün məndə bir qadın sosial fobiya problemi ilə müraciət eləmişdi. Həm də xanımla işləyirəm indi də problemlə müraciət eləmişdi. Sosial fobiya deyəndə mənim ağlıma ilkin olaraq sosial fobiyadır. Ağlıma sosial fobiya gəldi. Amma altdan çıxan səbəblər, yəni çox dərin, vahiməli görünən bir səbəblərdir ki, yəni heç düşünmədiyim şeylər idi altdan çıxan səbəblər və o idi ki, səbəb demək qızı anası oğlan kimi böyütməyə çalışıb. Qızın anası qadınlara nifrət edib, qadınların pis olacağını, qız uşağı nə bilim əxlaqsız olar, qorxusu olduğunu deyir, ancaq oğlan uşağına üstünlüyü verib və qız da anası tərəfindən sevilmək üçün özünü oğlan kimi aparıb, amma özünü oğlan kimi apara-apara öz yaşıdları olan qızların içərisində özünə normal hiss elədiyinə görə sosial fobiya yaşayırdı. Paralelində özünü qadın kimi hiss eləyə bilmirdi. Özünün hətta arzuladığı şey o idi ki, kaş kişi cinsiyyət orqanım olaydı. Və biz onun o travmasıyla işləyəndən sonra xanım artıq deyir ki, mən özünü qadınlığımı hiss eləyə bilərəm, qadın kimi ehtiraslanə bilirəm. Deyir, elə qızların hormonlarını yoxlatmaq məsləhətdir. Hormonları yoxlatmaq deyəndə ki, məsəl üçün, bax, hamiləlikdə XY xromosomları olur da. Məsəl üçün, bir qız uşağı əgər qadın bədənində doğulubsa, amma bədəni çox aşırı tüklüdürsə, yəni kişi hormonları çox aşırı aktivdirsə, demək onun özü bioloji olaraq kişi doğulub, amma yəni bioloji olaraq kişi doğulub, amma fiziki olaraq qadın bədənində. Və bu baxımdan da onun özü bir yerdə artıq onun göstəricisidir ki, bunun özü trans əməliyyatı eləməyə də, hətta Şahin belə özü belə onu açıqlamışdı dində ki, onu eləməyə normaldır. Digər tərəfdən amma hamısında yox. Məsəl üçün bir adamda var idi ki, bizim ölkədə deyəsən elə paylaşmışdılar onu desən xəbərlərdə səhv eləmirəmsə, oğlan uşağı doğulubmuş. Daha doğrusu qız uşağı olub. Qız uşağı deyir, özündə bir qəribəliklər hiss eləyiblər bunun hormonal problem olaraq. Aparıblar bunu endokrinoloq olub deyəsən, sonra ginekoloq aparıblar səhv eləmirəmsə. Bundan hormon analizi götürüblər. Baxıblar ki, qız bədənində amma kişidir. Sən demə əslində oğlan doğulub bu. Sadəcə bunun xəyallığını həkimlər qrija bilib götürüb kəsiblər. Və bu baxımdan da o oğlanın özü qadın kimi böyük və şüuraltı olaraq da özünün qadın olduğunu inandırılıb. Yəni bir yerdə qız özü deyir ki, mən evlənib ailə qurmağı düşünürəm, nə etmək istəyirəm, amma heç kimin ağlına gəlmir ki, bəlkə onun özünün daxilindən intihar düşüncələri bəlkə olurmu, olmurmu, artıq onu tam cavab verə bilmirlər. Çünki yəni bioloji olaraq bədən zaten bilir ki, bu kişidir, amma özünü qadın kimi görməyə, yəni toqquşma yaranır. Çox gözəl açıqlamalar verirsiniz. Çox sağ olun Sənan bəy. Nömrə 1 siz təşəkkürlər. Mən də sizə təşəkkür edirəm. Yeri məncə də. Aha. Çoxsu belə mövzulardan yayınır, amma düzgün deyil. Psixoloq məlumat verməlidir. Çoxsu yayınır demək ki, çoxsu cavab bilmir, axı ona görə yayınır, ola bilər. Çünki mən özüm də vaxtı ikən mən də vaxtı ikən bu işə başlamamışdan qabaq həm bir çox psixoloqlarla maraqlanmışam. Onların özləri tam istədiyim cavabı ala bilməmişim onlardan. Deyir, çoxsu belə mövzulardan yayınır, hə bunu oxudum. Məsəl üçün, bax, bir transseksual var idi ki, onu internetdə araşdırmışdım. Deyirdi ki, mən deyir, gedib dərman alacağım, deyir, özümə deyir. Qadınlıq hormonunu aktivləşdirən dərman, astrogen hormonlarını salgılayan dərman. Deyir, axı deyir, bizim deyir, bədənimizdə deyir, qadınlıq hormonu deyir, çıxmır axı. Yəni ifraz eləmir. Axı artıq baxdım ki, bunun özü travmalarına görə özünü gedib trans əməliyyat elətdirib. Yəni bunun özü təbii olaraq onu eləməyib. Yəni təbiətindən gələn bir şey deyil. Mən elələrlə psixoloq kimi baxmıram, nə də qəbul etmirəm. Açığı mən də eləmirəm. Yəni tam şəxsi bir şey yaşamasam da içimdə bir üsyan var onlara qarşı. Yəni təcavüzdən danışırdıq və təcavüzdən onu gətirib deyə bilərəm ki, bir qadın mənə müraciət etmişdi. Harasa bir 30-35 yaş arası bir xanım idi. Müasir dövrümüzün xanımı idi. Bir neçə ay bundan qabaq. Xanımın mənə müraciət etməsi bu təcavüz deyildi. Normal bir ailə travmaları idi, onu işləyirdi və sonra məlum oldu, deyirdi ki, psixoloq deyir, mənə demişdi ki, deyir, uşaqlıqda bunun dayısı səndimə qız uşağına başlayıb erogen zonalarını əlləməyə. Və bu qız gedib onun psixoloqa danışmışdı. Psixoloq ona demişdi ki, sənin dayının libidosu yüksəldiyinə görə normaldır. Onu eləməyə normaldır. Yəni belə pis çıxmasın, dayımın libidosu yüksəldibsə, dayımın yəni çox üzr istəyirəm, onun kayfını söndürməyə mənə qalmalı deyil ki, məni zorlasaydı o normal idi bəyəm. Söhbət ondan gedir və onun normallaşdırmağının səbəbi qızın özünə psixoloq qat-qat travma vermişdi. Yəni ki, xanım düşünürdü ki, mənim özümə hamı toxuna bilər. Yəni travmasının dərinləşməyinin səbəbi oydu.
Və hətta bir yerdə onların kodeksinə görə o şeylər normaldır. Homoseksuallıq da normaldır, bu da normaldır. Ona görə nə bilim, elə çox şey eləmirəm. Deyir, mütləq qoşulacam konsultasiyamıza. Mən də sizi sevərək gözləyəcəm. Deyir, Elçən abi, olduğumuz yerin birdən-birə bizə yad gəlməsində panik atakla bağlıdır. Yox, o panik atak deyil. O dissosiativ pozuntuya əsaslanacaq bir şeydir ki, dissosiasiya, derealizasiya, depersonalizasiya, dissosiativ amneziya termin olaraq psixologiyada var. Şeydir, yəni reallıqdan qopmaq, reallığı qəbullana bilməmək, reallığın sənə yad gəlməyi. Yəni tutaq ki, reallıq mənə yad gəlirsə, reallıqda mən nəyə qəbullana bilmirəm? Reallıqda mən nə ilə üzləşməkdən çəkinirəm ki, beyin məni belə deyim də reallıqdan qopardır. Və yaxud da ki, tamamilə öz şəxsiyyətini qəbullanmayan insanlar var. Şəxsiyyətinin özü özünə yad gələn insanlar var ki, o da öz şəxsiyyətini qəbullanmayan uşaqlardılar. Yəni bir yerdə ya valideyn onun yerinə qərar verib, valideyn onu şəxsiyyət kimi qəbul etməyib, valideyn onu belə deyim də, yəni saya salmayıb, ona görə də uşaq özünü şəxsiyyət kimi doğruda bilməyib. Yəni nəzərə almaq lazımdır ki, ailədən vaxtında boşanmaq lazımdır. Çünki ailəsindən boşanmayan uşaq erkən yaşda dul qalacaq. Yəni anası ölüb gedəndən sonra uşaq ortada qalacaq, idarə edə bilməyəcək özünü. Nerə direktdə qiymətlə bağlı cavab verərsiniz? Direktdə də cavab verə bilərəm, sonra əlaqə nömrəsində yaza bilərsiniz. Necə istəyirsinizsə eləyin, yəni cavab verilir direktdə. Deyir, düzələn problemdir. Bəli, düzəlir. Salam Nilay xanım, xoş gəlmişsiniz. OKP müalicə edirsiniz? Bəli, bərbər eləyirəm. Safura Aliyeva deyir, salam. Magic Coffee kökəlmək üçün olmaz deyirlər. Panik atak var, səbəb nədir? Magic Coffee-nin tərkibini bilmirəm, sizə də salam olsun. Yəni, nutrisiologiya ilə məşğul deyəm, onu nutrisiologdan soruşa bilərsiniz. Amma digər tərəfdən kökəlmək üçün olmaz deyirlərsə, siz niyə görə panik atak yaşayırsınız da qayıdıb baxmalısınız və siz o kofeini niyə görə içmək istəyirsiniz ki? Çünki belə deyək də, panik atakınızın səbəbi ölüm qorxusu ola bilər, ağlını itirmək qorxusu ola bilər, bir çox problemlər ola bilər, duyğu ola bilər ki, səndə panik atak yaşatsın. O duyğu aradan qaldırandan sonra artıq panik atakını da keçib gedəcək və düşünürəm, onda kofe ilə barışa bilərsən. Mən MDR terapiyası aldım, amma BDT terapiyası ala bilərəm. Yəni, MDR terapiyanın sənə kim xeyri oldu? Deyir, ailəm məni həqiqətən artıq sıxır, istədiyim yerə gedə bilmirəm, istədiyim işi işləyə bilmirəm. Çünki ailəniz sizi özündən boşanmağı qoymur, amma anlamır da ki, sizi vaxtı gələndə dul qoyacaq, dul qalacaqsınız. Yəni bu baxımdan da ailədən vaxtından boşanmaq lazımdır ki, erkən yaşa dul qalmayasan. Yəni bu birbaşa olaraq, birbaşa mənalı bir sözdür ki, yəni sən qərar verə bilmirsən, sənin qərar vermə ixtiyarı və əlindən alır və ailən bəs bu dünyada ölüb gedəndən sonra sənin yerə kim qərar verəcək, səni kim idarə edəcək? Heç düşəcəksən bir narsistin əlinə, o yana bir yana çevirəcək səni, söhbət ondan gedir. İştahım yoxdur, panik atakda çox zəifləmişəm. Başa düşdüm, istənilən halda panik atakınız da iştah probleminiz aradan qaldırıla bilər. İştahım yoxdur dedin, yadıma bir şey düşdü ki, xanımla konsultasiya eləmişdik. Durduğu yerdə konsultasiya vaxtı ilə misal çəkdim ki, anoreksiya xəstəliyindən misal çəkdim. Xanım da dedi ki, mənim 56 kilo çəkim var deyir. Düşmüşəm 36 kiloya, yəni 20 kilo çəki atıb da. Sən demə qızın özünün intihar psixologiyasında olduğuna görə birbaşa gedib intihar eləmək istəmir, amma bədən özünü məhv eləmək proqramını aktivləşdirdiyinə görə yemək içməkdən kəsdir və siqaret çəkir ancaq, kofe içir gün ərzində ki, yemək yemir, yeməyə çox gec yeyir. Deyir, bu da məni sıxırtın çıxdırır, psixologiyamı təsir edir. Yəni, sıxmağa əslində normaldır da. Travmalarla bağlı MDR aldım, amma tam müalicə ala bilmədim. Aha. Hər zaman gələcəyə dair düşünüb planlama demək normaldır. Məsələn, pul saxlayım lazım olar. Pulu saxlayacağım, pulu pis günün üçün saxlayırsansa, həm pis gün sənin başına gələcək. Çünki özünə yanlış bir ağrını başlayırsan manifest etməyə. Yəni puldur da atlarıq, gərək illa da bir ona məna yükləyəsən, əlində pul saxlayırsan da. Deyir, konsultasiyada üz göstərmədən danışmaq olar. Onlar yəni istənilən halda o qədər xanımlar olub ki, deyirlər ki, biz üzümüzü açmaq istəmirik. Yəni üzünüzü açmaq istəmirsə problem deyil. Yəni mənim tərəfdən görüntü açıq olur. Yəni siz tərəfdən sərbəst, istəyirsə açırsınız, istəyirsə yox. Deyir, mən də eləyəm. Bu baxımdan da yəni duyğularınızdan siz tam sağalsaz, yəni bayaq da dediyim kimi yeməklə də probleminiz aradan qalxacaq, iştah probleminiz aradan qalxacaq. Yəni bir yerdə ola bilər ki, probleminiz sizdə.
məhv olma proqramı da ola bilər və ya depressiyadan da yemək yemir də ola bilərsiniz. Çünki elə adam var ki, depressiyada yeməyi çox sevir. Elə adam da var ki, yeməyi heç sevmir depressiya vaxtı. Yəni kortizol hormonu stress hormonudur. Kortizol hormonunu aktivləşdirən duyğu hansı duyğudursa, o duyğudan fərq asılı olmadan sənin özündə yemək içməklə bağlı pozğunluq yarada bilər. Çünki mən bilirsiniz nəyin fərqinə varmışam. Məsəl üçün mən özüm yemək yediyim vaxtlara çoxsunda baxmışam ki, əsəbi olmuşam. Əsəbimi sakitləşdirmək üçün yemək yediyim vaxtlar olub. Amma baxmışam ki, sonra mədəm partlamaya düşüb. Və bir yerdən sonra baxmışam ki, mən polnu yemək yemişəm, polnu bak doldurmuşam belə türkü məsələ desək. Baxmışam ki, mədəm partlamaya düşməyib. Çünki demək mədəm özü boşuymuş, mədəmi doldurmağa ehtiyacı var imiş. Sən əgər duyğu yeyirsənsə, sənin mədəm partlamaya düşə bilər. Əsasında həmin o depressiyalardan gedir söhbət. Aha, deyir direktdən yazmaq olur sizə. Bəli olur. Dərman yazırsınız. Dərmanla mən işləməyi sevmirəm. Ümumiyyətlə dərman yazmaq səlahiyyətim də yoxdur. Yəni dərman məsləhət görmürəm. 2 ildir major depressiyadayım. Səbəbi ağır travma. Çıxartmaq olar sizə o depressiyadan. Deyir, salam Sanan bəy. Salam Sandra, xoş gəlmisiniz. Sanan bəy, kişilərlə bağlı dəhşətli məlumatlar əldə etmişəm. Bu barədə sizə danışmaq istəyirdim. Burada yazmaq istəyirsiniz, yoxsa konsultasiyada? Aha, deyir, mən əsəb olmuşam, əsəbləşib qışqırmaq falan olmur heç. Əsəbləşib qışqırmaq olur, amma ki, yəni tamamilə əsəbi tam aradan qaldırmayacaqsa, sadəcə duyğuya baxmalısan. Sənə hansı duyğu səni belə deyim də haykırtacaq dərəcədə səni qışqırtmağa çalışır. Çünki qışqırmaq əslində bir yerdə özünü doğru ifadə edə bilməməkdir, doğru anlaya bilməməkdir, qarşı tərəfin doğru anlaşıla bilməməkdir. Yəni bu baxımdan mən həmişə bir dəfə bir uşağa demişdim ki, uşaq da deyən, harca bir 18 yaş var deyəsən. Demişdim onun özünə ki, ailən deyir, mənə başa düşmür. Dedim, ən azından gedib bir dənə stəkanı çırpsındır yerdə, ailən sənin diqqətini sənə versin. Deyirdi, getdim, bir çırpdım, sındırdım, bir də ailə deyə qışqırdılar üstümə. Əslində deyirəm ki, o anda sən onu tam doğru bacarsaydın, onun diqqətlərini çəkə bilərdin də. Çünki bir yerdə ailə səni dinləmir. Çünki ailə davası olsun, istəyir ümumilikdə ər-arvad davası olsun. İnsanlar dava eləyəndə bir-birlərinə dediyi sözləri xatırlamırlar. Söyürlər, itin sözünü deyirlər, amma nə dediklərini anlamırlar. Çünki özləri şey deyirlər, söhbətlərini elədikləri münaqişədə, mübahisədə bir-birlərinin cümlələrini qurtarmağını gözləyirlər. Cümlələrini anlamağa başlamırlar. Sırayla gözləyirlər bir-birləri. Sən qutar, mən söyləyəcəm, sən qutar, mən başlayacağam. İçimə atıram ancaq. Ümidəm ki, siz də digərləri ki, məni dəli zənn etməzsiniz. Sizə güvənirəm doğruları deməyinizə görə. Sizə dəli zənn eləmərəm, çünki bir yerdə yəni özünü sən dəli kimi hiss edirsənsə və yaxud da sənin öz düşündüyün düşüncələrin hansı duyğudasansa, onu düşündüyünə görə ətrafında heç bir insan səndən həmfikir olmadığına görə ona görə özünüzü dəli kimi hiss edirsən. Amma ki, yazdıqlarınızdan dəliyə bənzəmirsiniz axı. Dəli insan mənim çox canıma gəlib girməz. Çünki bax, kişilərlə bağlı düşüncələrdə nağılıma bir çox fikirlər gəldi mənim də. Dənləri xanımla seansdayıq. Xanımın problemi bilirsən nə idi? Yəni problemin dərinliyi deyəcəm. Yəni deyəcəm, bəlkə də özünüz də qulaqlarınızı tutacaqsınız. Xanımın problemi şey idi. Anası deyirdi ki, atası işləyir. Qızım atasının qədrini bilmir. Ən azından öpüb qucaqlamır, ondan nə eləmir. Ən azı getsin bir atasını masaj eləsin, belə eləsin. Bu da deyir ki, qız da deyir ki, mən deyir atamı masaj eləmək şeyini anam mənə deyəndə şey keçirirəm ki, elə bir ki, sanki mənə təcavüz edirlər, qorxusu aktivləşir. Ki, bunu mənə deyən kimi mən duruxdum ki, o qorxu 8 yaşındakı uşağın ağlına hardan gələ bilər. Heç nə, qayıtdıq, baxdıq ki, atası ilə anasının cinsi əlaqədə olduğu vaxt görüb, iyrənib, qorxub, özünü günahkar hiss edib. Onu aradan qaldırdıq və sonra qayıtdıq, baxdıq ki, sənin atasının atası, qızın babası uşaqlıqda, uşağın dodağından öpüb. Və bu baxımdan da yəni öpmək də normal öpmək olmayıb. Normal bir öpüş olub və bu baxımdan qız da iyrənib, ağzını sulu-sulu yaxınlaşdı mənə. Nə bilim nə oldu, belə oldu, elə oldu. Qızın yəni qayıtdıq, baxdıq ki, qızın bədənində bir ruh var idi. Ruhun da əslində özü şey idi. Babasının təcavüz elədiyi bir qadın idi. O qadın intiqam almaq üçün bu qızın qurban proqramında olduğuna görə bunun bədəninə gəlmişdi. Biz ondan işlədik, nə qədər dərinə getdik, amma problemin səbəbi o idi ki, anası qızdan narazılıq edir. Yəni, problemin ilkin gördüyüm, əslində ən məsum orada problemin özü idi. Problemin altından çıxan əslində daha çox nəhəng divəcdağı idi. O baxımdan da yəni, indi bəziləri məsəl üçün onu tam doğru qəbul edə bilmirlər. Deyir ki, gedib evdə deyir, danışsam, deyəcəklər sənin başın xarabdır. Yəni, bir çox insan ona inanmır da, çox şey eləmir. Amma ki,
Qızın özü belə şokda idi ki, mən niyə görə bu şey deyim və deyirdi ki, mən ona görə deyir ki, mən həmişə deyir, atam deyir, bacımın qızını deyir, öpüb qucaqlayın deyir. Baxırdım görüm deyir, uğraşsasına deyir, nəsə eləmir deyir ona. Belə. Deyir, yox, digərlərini dediyimə görə mənə dəli ad verirlər ki, ağlın qaçıb, elə şey mümkün deyil. Aha. Vay, mənim deyəcəklərim ağır mövzulardır. Sənə əgər ağlıva fikir gəlibsə, o fikir sənin ağlıva boşuna gəlmir. İlla ki, bir səbəb var ki, sənin o şey ağlıva gəlir. Ona görə sadəcə ətrafındakı insanlar onu anlamırsa, heç özünü yormağa da ehtiyac yoxdur. Çünki başa düşmürsə danışma. Müzakirə eləyərik bilirdi. Mən də çox iyrənc olmuşam uşaqlıqda. Aha. Əslində iyrənməyələrin səbəbi odur da, uşaqlara nə bilim toxunurlar, uşaqlara öpürlər. Yəni dayıdırmı, babası buna incest münasibət yaşatmış. Yəni bu da pedofiliya kimi bir şeydir. Qız uşağının sənin nə ixtiyarın var dodağından öpməyə? Yəni öpmək istəyirsən, başından öp, alnından öp, nə bilim üzündən öp. İlla dodağından niyə öpürsən? Mən də elə etdim Sənan bəy, hər kəsdən uzaqlaşdım mən anlamadıqlarına görə. Yəni onlara şey eləmə, yəni əslində bir elə insanlar başa düşmək istəyirlər, amma başa düşürlər, başa düşmək istəmirlər. Başa düşsələr doğrularını buraxmaqdan, əzbərlərini pozmaq istəmirlər, tənbəllik eləyirlər. Yəni adam var ki, əslində şey eləyir. Tipdə təsdiqlənməyən problemin psixoloji olduğunu yox, mənə cadu eləyiblər deyə başlayır inanmağa. Və bu baxımdan da yəni nə deyim də, adam falçıya inanırsa, getsin falçonun gözünü tüpürsün, nə sağlayacaq o ilə də. Senin son problemlərin var məncə. Ola bilər. Uşaqlıq travmalarımızın təsiri hamısı düz deyirsiniz. Uşaqlıq travması bizə birbaşa təsir edir. Yəni belə deyim də, hətta xəyanət duyğusu keçən səfər xanım deyir. Xəyanət duyğusunun altından çıxan səbəblər ən bəsit, ən heç kimin ağlına gəlməyəcək bir şey olur ki, doğuş sırasında, doğuşdan daha doğrusu sonra ananın başqa uşağa döş əmizdirməyi, süd əmizdirməyindən belə uşaq anasından güvənsizlik duyğusunu götürə bilir. Bir ay yaşayan siz bilirlər ki, doğru deyirəm, sadəcə bilərəkdən danırlar, məni də yandıran budur. Anlamırlarsa anlamasınlar, yəni. Sənan bəy, mən də gecələr ani boğulma hissi gəlir, udquna bilmirəm, qorxuram. Ani boğulma hissi gecələr gəlirsə, mən də gecə deyirəm, dərdlər deyir, adama deyir, gecələr gəlir. Gecə gəlməyinin səbəbi əslində odur ki, sən gündüz vaxtı problemi çox ört-bastır edirsən. Telefona baxırsan, mahnıya qulaq asırsan, bayıra çıxırsan, dostunla danışırsan, telefonla danışırsan. Axır sən problemi bastırmağa çalışırsan və bir yerdə keçişdirirsən. Yəni nə bilim deyirsən ki, sonra həll eləyərəm də, problemdə sonra eləyərəm deyə ötüşdürürsən, bastırırsan. Və gecə vaxtı sənin bastırdığın şey nə idi? Şuurun idi. Məntiqlə bastırırdın və məntiqin, şuurun yuxuya ehtiyacı olduğuna görə, şuurun yorulduğuna görə başlayırsan şey eləməyə. Bastırdığım bütün qorxular gecə başlayır üzə çıxmağa. Və bu baxımdan da yəni o qorxulara bir-bir baxmaq lazımdır ki, sənin qəbul oluna bilmədiyin qorxu hansı qorxudur, hansı duyğudur, hansı duyğu qarşısında özü etiraf edə bilmirsən, özü ifadə edə bilmirsən ki, sənə boğulma hissi kimi gəlir. Boğulma hissi orada boşuna gəlmir. Sən yaşadığın o qorxu qarşısında özünü qoruya bilməmisən, özünü etiraf edə bilməmisən deyə boğulursan. Əslində mənim dediklərimi onlar bilirlər, amma mövzudan qaçırlar. O Kemalim Yapmaz təcavüzdən danışırdıq. Bax, yenə ona aid bir misal çəkəcəm. Zaten Məsudə belə Eylülün doğru söylədiyinin fərqindəydi. Amma ki, qızına inandığına görə apardı onu qoydu yetimxanaya. Bilmirəm, baxmışsınız o kinoya, yoxsa yox. Anam atam heç toxunmurdular. Hətta əzizləmək üçün mən də uşaqlarımı çox öpmürəm, dişləyirəm, sıxıram ki, böyüyəndə deməsinlər ki. Sualın ardı gəlmədi. Sırf bu travmaya görə 2 ildə evdən çıxmıram, heç kəslə danışmıram, hisslərim ölüb. Aha, ünvan hardadır? Mən Mingəçevir şəhərindəyəm. Yəni o seanslar ən çox Bakıdan ya da başqa rayondan, başqa ölkədən olan seanslar olan ən çox onlayn fəaliyyət göstəririk. Yəni həqiqi yaşayıram, sanki boğazımda nəsə dayanıb durub. Özünü etiraf edə bilmirsən də, o ağrı bəzilərində zob xəstəliyinə çevrilir, bəzilərində nə bilim farenqitə çevrilir. Salam qaqa, psixoloqsan? Yox, psixoloq deyiləm. Hə, Mingəçevirdə 1 il yaşamışam. Belə.
Sənan bəy, dərəcəsi dediniz, bayaq o xəstəlikdir. Xəstəlik deyil, sadəcə psixoloji pozuntunun simptomatik adıdır, yəni açılışıdır, termin olaraq açılışıdır. Yəni ki, deralizasiya, depersonalizasiya, dissosiativ amneziya, dissosiativ şəxsiyyət pozuntusu, yəni bir yerdə reallıqdan qopardan, reallıqdan səni xaric edən bir vəziyyətdir. Məsəl üçün, mənim özümdə də sağalmamışdan qabaq ona bənzər bir problem vardı məndə. Məndəki problem amma deralizasiya deyildi. Maladaptiv daydreaming idi ki, mən də reallıqdan qopurdum, amma özümü tamam başqa bir Evrika xəyal aləmində hiss edirdim. Yəni tamam başqa bir ölkədə hiss edirdim, tamam başqa gözəl yerlərdə hiss edirdim. Yəni reallığı qəbul edə bilmirdim və beyin özünü rahatlatmaq üçün utopiya aləminə aparırdı məni. Ki, hər hansı bir duyğudan qaçırdım. Və o bəzi neçə seans keçəndən sonra sağaldı getdi, amma heç bilmirəm hansı duyğudan sağalandan sonra məndən keçdi getdi, onu bilmirəm. Çünki sırf ona görə şey eləməmişdim, seans götürməmişdim özüm üçün. Deyir mən nə edim bir texnika deyində, xahiş edirəm. Valla texnika deməyə texnika ola bilmirəm, çünki mən özüm belə özümü sağaltmağa çalışmışam, ya da bacarmamışam. Ona görə yəni bir mütəxəssis yardım alında. Deyir, Sənan bəy, teoriyələrin mahiyyətini bilirsiniz, o mövzuda da deyəcəyim. Teoriyələrin mahiyyətini aşağı yuxarı tanış gəlir mövzuma, amma tam çıxara bilmədim türklər demişkən. Amma ki, təxmin edə bilirəm nələr düşünürsən, amma ki, yəni də açmaq istəmirsən, açmağa məcbur deyilsən o burada. Deyir, necə dediniz o simptomu? Sizdə olan maladaptiv daydreaming, yəni xəyal qurmaq simptomu. Mən çox qorxuram bu haldan. Əslində, qorxulu hal deyəndə ki, sizi qorxu yaşayırsınızsa, demək, reallıqda qorxduğunuz şeydir əslində o. Reallıqda nədənsə qorxursunuz deyənəm. Yüzləşməkdən, ona görə reallıqdan qopursunuz. Sizdə necə olurdu? Biraz danışın da. Məndə boğulma olmurdu. Prosta mənim ürəyim sıxılanda özümü başqa yerlərdə təsəvvür edirdim. Özümü başqa ölkələrdə, nə bilim, özümü Maldiv adalarında təsəvvür edirdim ki, beyin reallıqdan qaçırdı. Yəni demək ki, bu ölkəni qəbul ala bilmirdim. Əslində ölkələr də getmirdi, söhbət biraz duyğudan gedirdi. Yaza bilərsiniz, eşidə bilmirəm. Tamam, yazım da. İşığı artdı birdən-birə. Əslində sendromun adı da məni xəyal qurmaq xəstəliyi gedir onun adı. Mən indi girdim canlıya, bir daha deyə bilərsiniz Sənan bəy xəyal qurma məsələsini. Xəyal qurmaq məsələsi reallıqda qəbul oluna bilmədiyin hər hansı bir duyğu varsa, həmin o duyğu qarşısında beyin özünü sakitləşdirmədən ötürü ya sənə xəyal qurmaq aləminə yönləndirir, utopiya aləminə yönləndirir. Özünü bir başqa ölkələrdə təsəvvür edirsən, özünü tamam buludların üstünə təsəvvür edirsən, özünü reallıqdan qopmuş hiss edirsən ki, bu maladaptiv daydreaming olur. Amma digər tərəfdən reallığı qəbul oluna bilməmək özünü yad kimi hiss eləməyə qədər gətirib çıxarda bilər ki, hərəsində fərqli şey var, uyuşmazlıq var. Tam eyni deyil, ayrılan məqamları var. Çox sağ olun. Dəyməz. Belə, başqa suallar yoxdur. Mən də yaşamışam, bəzən məni yad kimi gəlir, özümə belə yaddaşıram. Elə qəbul olana bilmirsən də, sən də ona görə. Amma məsəl üçün onu aradan qaldırsan, reallıqda nəyi qəbul olana bilmirsənsə, onu qəbul eləməyə başlasan, problemi aradan qaldırsan, həmin o simptomda keçir gedir. Yəni birbaşa onu özüm aradan qaldıra bilirəm. Uşaqlıqda məni susturdular, indi sanki səsim çıxmır. Uşaqlıqdan çox sakit uşaq olaraq böyümüşəm. İndi amma qışqırmaq istəyirəm. Demək, sizə qorxu ilə susturublar və ifadə eləmək istədiyiniz fikirlərinizi qorxuya görə susmusunuz. Bu baxımdan da yəni qorxularınızdan, narahatçılıqlarınızdan arınmalısınız. Narahatçılıqlardan, qorxulardan arınandan sonra probleminiz də aradan qalxıb gedəcək. Mən ancaq xəyal qururam, Sənan bəy, özümü o xəyallarda xoşbəxt hiss edirəm, amma bu mənim inkişafımı geri salır, bundan necə qurtulum. Müraciət edin, sizə aradan qaldıraq probleminiz. Yəni, istənilən halda reallıqda siz də nəyə qəbul oluna bilmirsinizsə, onun əksi olaraq tamam üstün bir şeyləri xəyal quraraq özünüzü, beyninizi rahatlaşdırırsınız və bir yerdə beynin özünü belə deyim, rahatlaşdırmaq şeydir, mexanizmidir. Özünü stressdən, gərginliyini aradan qaldır. Kimisi məsələn gərginliyini aradan qaldırmaq üçün yemək yeyir, kimisi yemək yeyə bilmir, kimisi dırnaq yeyir, kimisi saç qopardır. Yəni en qədər simptom saya bilərəm burada, amma ki sizin özünüzə də beyin özünü rahatlaşdırmaqdan ötürü rahat hiss edəcəyi bir aləmə yönləndirməyə başlayır. Ona görə də o duyğudan yəni müraciət edəsə sağala bilərik istəsində.
Onlar vecimə deyil, o qədər ən çox ölüm qorxusu boğulma hiss edəcəyim düşüncəsi. Sağ olun da onun ölüm qorxusundan. Çünki nəzərə alın ki, ölüm qorxusu əslində bizə uşaqlıqdan yüklənmiş bir qorxudur və həmin o qorxu lubay bir uşağı səndindirir, heç bir uşaq ölümdən qorxmur. Yəni bir yerdə qorxular bizi ilə doğulmur əslində. Qorxular bizlə bilirsən nə vaxt doğula bilər? Məsəl üçün ananın özünün ölüm qorxusu varsa, ana uşağını doğarsa, doğumda stolda qalaram qorxusu varsa, paralelində doğduğu uşağa həmin anda panik atak duyğusunu verə bilər. Və bir yerdə elə bir şey olubsa, artıq bu doğuşdan gələn bir şey olur ki, həmin anda qayıdıb onu təmizləmək lazımdır. Və yaxud da bir yerdən sonra ailədə hər hansısa bir nənənin, babanın və yaxud da qonşunun hər hansısa birinin, yaşlı bir insanın ölümünə sizin anavızın, atavızın və yaxud hər hansı yetkin bir insanın şəxsiyə vaxtsiyə gedərək verdiyi şiddətli bir reaksiyada ölüm qorxusunu, ölümün qorxulu bir şey olduğunuzu özünüzə götürə bilərsiniz. Bu baxımdan da yəni Molla Nəsrəddin də deyirəm, Molla Nəsrəddinin bir lətifəsi var, deyir, qazan bəstir doğanda yaxşı, öləndə pis olur. Yəni bu baxımdan da belədir. Yəni şamanlarda belə öləni əl çalaraq qula salırdılar. Yəni gələnin getməyə kimi. Ölüm qorxulu deyil. Əslində ölən insanlara belə bizim ağlamağımız, ağrımağımızın səbəbi onlar üçün deyil. Yəni bir yerdə heç bir insan düşünmür ki, yəni həmin o insan qəbirdə necə yaşayacaq, nə bilim nə olacaq, falan cənnətə gedəcək, cəhənnəmə gedəcək və yaxud nə olacaq, nə olmayacaq sorğulamırlar. Mən onsuz necə qalacağam, başlayırlar ağlamağa. Yəni hamı özü üçün başlayır ağlamağa. Elə qəşəng qalacaqsan. Yəni bir yerdə həmin duyğu vəd eləməlisən. Tutaq ki, mən bu qələmlə yazı yazıram. Bu yazdığım qələmi birdən-birə dəyişməyə ehtiyacım olsa, başlayacağam ki, ayda nə qəşəng yazırdı bu qələm. Bu qələmin yazmağını öyrəşmişdim, belə eləmişdim, elə eləmişdim. Və bir yerdən sonra sən o vərdişini dəyişirsən də, həmin o insan sənin həyatdan çıxır da, onu qəbul oluna bilmirsən, itirməyə qorxusu ola bilər orada. Deyir, məndə belə bir hiss var ki, uşaqlarım kifayət qədər dərsi ilə məşğul deyil, xatırlayıram, onlara düşmən oluram. Məndədir problem onlarda. Uşaqlar dərslərlə məşğul deyirlərsə, öz gələcəklərini özləri qururlar, yəni özləri bilərlər necə eləyəcəklərsə. O baxımdan da yəni belə deyək də, əslində aşağı yuxarı bir yerdə problem sizdədir. Deyir, düzdür. Aha. Deyir, məni incitmiş insanları xatırlayıram, məni sevənləri yox. Beyin ağrını niyə saxlayır, pisliyi, xoşbəxtliyi unudur. Beyin ağrını saxlayır, çünki ağrıda ilişib qalırsan, ağrının tamam əksini gözləyirsən. Yəni bir yerdə əslində xoşbəxtlik insanın özünün haqqıdır. Yəni xoşbəxtlik insanın haqqıdır, yəni hər bir xoş vəziyyət insanın haqqıdır. Ona görə normal haqqını doğru tələb edir, doğru qarşılayır, normal qarşılayır. Ağrıdığı məqam isə yəni pisi qəbul oluna bilmir. Bu baxımdan yəni pisdə nəyə qəbul oluna bilmirsən? Sənin aldığın ağrı, sənə pis davranan insan sənin həyatında niyə var axı? Qayıdıb ona özünə sual cavab eləməlisən. Mənə sağalda bilərsiniz bu düşüncələrdən? Bəli, sağalda bilərəm, Safra xanım. Öz gələcəyini özü qurur. Səndən sonra da böyüyəndə deyəcək ki, mən uşaq idim, sənə nə olmuşdu? Məni düz, yəni bir yerdə, yəni o boş şeydir. Çünki belə deyim də, məni də yönləndirə bilərdin deməkdən, sən nədən gedir söhbət? Valideyn uşağına bildirir, əgər nə eləmək istəyirsən, nə ilə məşğul olmaq istəyirsənsə, onu aradan qaldıra bilər. Yəni məsəl üçün belə deyim də, uşağın özü bu dərsi oxumaq istəmir. Yəni ona misal çəkməyə lazımdır, sən müəllimdən belə ola bilərsən, nə ola bilərsən, nə edə bilərsən. Yəni bu baxımdan da ki, dəqiqə. Orada ya günahkarlıq duyğusu yoxdursa, valideynin uşağın münasibəti sağlamdırsa da bir problem olmamalıdır. Oturub cavab gözləyir elə burada. Bunda nə problem var? Pulu çoxdur. Bilmir, arada arıtsın. Qədrini bilmir pulunu. Nə yaxşı, bunda deyim nə problem var. Aha. Belə. Deyir, hər zaman güclü olum, amma içimdə yorğunluq var. İnsan nə vaxt öz gücünü itirir? İnsan öz gücünü itirir. Əslində haqsız çıxırsa, bir də öz güvəni sarsılırsa, bir də özünü şübhə eləyirsə və ya da zəif tərəflərini gizlətməkdən yorulursa, öz gücünü yox da bir yerdə mübarizə aparmaq istəyini, ümidini itirir. Və ümidini və mübarizə aparmaq hissini, hırsını güc adlandırırsa,
Yəni bir də demək onun özü zəifdir və bir də özünü güclü göstərmək üçün onlardan istifadə edir. 100 manat istəyir düz adamı səhv çıxartmaq üçün. Əşi, boş bekar adamlar da adam travmasını yazıb, orada mən nə deyim? Keçən səfər biri məndən soruşur ki, deyir, özü sağlıq mütəxəssis olandan sonra deyir, nəyin fərqinə vardır? Məsəl üçün, əsasən dedim ki, şeydir, əvvəl məni tanıyan insanların heç vaxt heç birini mənə söhbət edəmədiyinin fərqinə vardım. Hamısı ancaq mənə travmalarını aşırdılar. Bir ancaq özünü tərifləyirdi, bir ancaq belə eləyirdi, belə eləyirdi. Yəni, baxırsan ki, insanlar travmalarını aşır. Ona görə normaldır. Neyse. Suallar yoxsa da keyfi sonlandıraq. Gecəniz xeyrə qalsın. Hələlik. Deyirsən, mən yazacağım qiymətlə bağlı. Tamam. Hələlik.